Tanrıya bəndəlik eləmir bu Ərşad. Ancaq Eyvaz əmi burada düşmən sözünü nahaq işlətdiyini düşünüb peşman oldu. Artıq ona tamam yəqin idi ki, bu işləri törədən o beli qırılmış Ərşaddır. İndiyə qədər Kürdobada belə iş olmayıb. Əgər oğurluğa gəliblərsə, vurublar. Daha bu cür sataşmaq olmayıb. Ancaq Ərşad qızmış buğa kimi ipə sapa yatmayanın biridir. İndi belə eləyir. Sonra lap adam da vura bilər. Lap Eyvaz əminin özünə də güllə atar. Əgər Hacı Tanrıverdinin tayfası bilsə ki, bu işləri eləyən Ərşaddır, yaxşı olmayacaq. Hacı özü hələm-hələm yerindən oynayan adam olmasa da, onun tayfasındakı cahal-cuhulun qabağına durmaq olmaz. Deyəcəklər ki, yaxşı, sən bizim ağsaqqalımıza sataşırsan, gəlib çırağına güllə atırsan, biz də sənin ağsaqqalına elərik. Bizim tüfəngimizə qatıq da olmayıb ki. Yəqin məsələdir ki, Hacı Mövlanverdi uşağında da açılan var. Ortaya lap qanlılıq da düşə bilər. İndi neyləyəsən? Hökumətə xəbər verib bu Ərşadı tutdurasan. Necə tutdurasan? Tavadın ruhu nə deyər? Tutturmayasan neyləyəsən? Tanrıya bəndəlik eləmir axı bu Ərşad. Səhər Eyvaz əmi bacısı qızı Narıngülü də, ondan 30 yaş böyük ərini də çağırtdırıb oturtdu qabağında. Neçə dəfə sizə dedim ki, o qanmazın başına ağıl qoyun. O nə biabırçılıq idi, gecə törədirdi. Narıngülün əri Hacı Tanrıverdinin əmsi nəvəsi idi. Ancaq Eyvaz əmi bilirdi ki, kişi ağır başlı adamdır. Hacıya xəbər verməz. Ona görə də sirrini ondan gizlətmirdi. Fikri nədir? İstəyir bizi Hacı Mövlanverdi tayfası ilə qanlı eləsin. Eyvaz əmi üzünü Narıngülə tutub əlavə elədi. Qardaşın qanıb qandırmır. Sən də başa düşmürsən. Fikirləşmirsən ki, sabah bizimlə Hacı Mövlanverdi uşağının arasında qanlılıq düşsə, sənin özünün günün necə olar? Narıngülün yaşlı əri cavan arvadını çox istədiyindən cavab verdi ki, əşi, bu neynəsin? Ərşadın öhdəsindən heç sən özün gələ bilmirsən. Eyvaz əmini od götürdü. Mən öhdəsindən yaxşı gələrəm. Ancaq dost düşmən var. Nə qədər də olsa mənim bacım oğludur. Yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal. Əri Nurunun qohumu olduğu üçün Narıngül dinmirdi. Amma əlbəttə ki, ürəyində istəyirdi ki, dayısı Sərvinazı versin Ərşada. Ancaq onu da bilirdi ki, dayısı tamahkirdir. Hacının var dövlətindən keçə bilmir. Yoxsa iynəqanad Nurunun nəyinə aşıq olub? Qardaşı maşallah, nər kimi oğlandı. 100 Nuru kimisini suya susuz aparar, susuz gətirər. Ona görə Sərvinazı daldaya çəkib öyrədirdi ki, ay tanrısız, Hacının o arıq tazıya oxşayan oğlundan nə ləzzət alacaqsan? Nə olsun ki, bəki də oxuyur. Yaxasına da bir xalta bağlayıb. Sərvinaz da qəhqəhə ilə gülüb heç bir cavab vermirdi. Narıngül dayısı qızının mirvari kimi düzülmüş qəşəng ağ dişlərinə, alışıb yanan yanaqlarına, göz çıxaran dik döşlərinə baxaraq, sənin öhdəndən ancaq Ərşad kimi qızmış buğa gələr, deyib gülümsəyərək qızın yambızını çimdiklədi. Sərvinaz da oy, deyə gülə-gülə qışqıraraq bu çimdikdən qəribə bir zövq duydu. Oğlanların ikisinə də Sərvinazın qanı qaynayırdı. Ərşad haqqında da, Nuru haqqında da düşünəndə elə bil ki, canına bihuş edici şirin bir şey yayılırdı. Nuru onu öpmək istəyəndə Ərşadın gözü qızmış ayğır kimi oğlana hücum etdiyini gözünün qabağına gətirib gülümsəyirdi. Eyni zamanda Nurunun onu hələ də öpüb qucaqlamadığına təəssüf edirdi. Onun dərdindən nərçə Ərşadın lap məcnun olub çöllərə düşdüyündən ləzzət çəkirdi. O bir tərəfdən də Bakıda oxuyan, uca boylu, ağbəniz, nərmənazik Nurunun hər gün atlı gəlib ona baxa-baxa damlarının qənşərindən keçdiyini görəndə ürəyi sevinclə, nəşə ilə döyünürdü. Amma bu nəşədə qızın başa düşmədiyi bir incəlik də vardı. Nurunun Sərvinazla yaşıd kiçik bacısı Xampəri bulaqda onu qız gəlindən kənara çəkib qoynundan balaca bir kağız çıxarıb verdi. Sərvinaz təəccüblə soruşdu. Bu nədir az? Qız cavab verdi. Kağızda dayına, ay tanrısız, qardaşım yazıb. Oy, deyə Sərvinaz həyəcanla səslənib məktubu sinəsinə bastı. Qardaşına da qurban olum, kağızına da. Və balaca kağız parçasını açıb gözlərindən cin yağa-yağa oxumağa başladı. Əzizim Sərvinaz, atalarımız bizi nişanladı. Mən də buna çox şad oldum, çünki səni sevirəm. Sərvinaz bura çatanda gözlərindən gülə-gülə dedi. Oy, Sərvinaz qadan alsın. Sənin hələ indi 15 yaşın tamam deyil. Demək gərək heç olmazsa 17 yaşın olanacan gözləyək. Sərvinaz qıza baxaraq təəccüblə dedi. Tanrı, daş tökməyəsən. Yəni gərək 2 il gözləyək. Onacan mən də institutda əsas dərsimi qurtaracam. Sonra toyumuzu edərik. Səni apararam şəhərə. Çünki mənim işim orada olacaq. Yaz görüm sən də məni sevirsənmi?
Onlar səhənglərini dolduraraq çatı ilə bellərinə şəlləyib, qamışlığın arası ilə obaya qaydanda Sərvinaz dedi. Azaz, mən sevgi kağızı yaza bilmirəm. Səhəngi qoy, kağız qələm götür, gəl çəkilliyə. Mən deyim, sən yaz. Qardaşım dedi ki, toyunuz olandan sonra səni oxudacaq. Sərvinaz maraqla soruşdu. Nədən söz düşdü Heylə dedi. Məndən soruşdu ki, Sərvinaz neçənci sinifdən çıxdı? Dedim 5-cidən. Anamı hal aparmasın. Qoydu ki, oxuyam. Başladı ki, döşün başın çıxıb. Bu gün sabah ərə gedəcəksən. Anam istəyir ki, gələn il məni də qoymasın gedəm dərsə. Qardaşım da dedi, Heylə şey eləsəniz, bacımı aparıb Bakıda oxudacam. Amma öz aramızdır. Qardaşın səndən göyçəkdir. Sərvinaz birdən bunu deyib bəkdən güldü. Xampəri də pərt olmayıb cavab verdi. Nə olsun, qardaşıma qurban olum. Sərvinaz dedi. Səhəngi qoyub yüyürəcəm çəkilliyə. Sən də kağız qələm götür gəl. İkisi də suyu qurumuş arxın diktirində oturdu. Nurunun bacısı 5 qəpiklik məktəb dəftərini açıb dizinin üstünə qoydu. De görüm nə yazım? Birinci onu yaz ki, səni dünyacan istəyən Sərvinazdan məktub. Ay tanrısız, elə də məktub olar. Bəs necür olar? Yazım ki, sevgilim Nuru, ürəyimin ən dərin güşəsindən sənə salam. Batmayasan səni, nə yaxşı dedim. Yaz, elə yaz. Sonra nə yazım? Yaz ki, səni dünyacan istəyirəm. Yazdım. Sonra da yaz ki, Nuru, mən istəyirəm ki, toyumuzu lap elə bu yay eləyəsən. Nurunun bacısı əl saxlayıb dedi. Ay tanrısız, axı zaks kəbin kəsməz. Deyəcək yaşın düşmür. Sərvinaz dedi. Sənin işin yoxdur. Nə deyirəm onu yaz ki, zaks kəbin kəsməsə, anamgil mənim əvəzimə əmim qızı Güllünü apararlar ki, güya mənəm. Necə ki, keçən il Burcalının qızını ərə verəndə, onun yerinə xalası qızını aparıb kəbin kəsdirdilər. Qız güldü. Qardaşım deyəcək, bu nə yaman qızışıb? Yoxsa ki, qardaşın lap utancaqdı. Sərvinaz bəkdən güldü. O gün məni yaman öpəcəkdi. Zalım mamoğlu qoymadı. Nə cür yəni qoymadı? Elə Nuru istəyirdi məni qucaqlasın, Ərşad ağacların arasından çıxdı. Sonra nə oldu? Mən götürüldüm, sonrasını bilmədim. Hə, onu da yaz ki, Nuru, nə qədər tez aparsan, o qədər yaxşıdır. Yoxsa bir də gördün, Ərşad götürdü getdi. Mənə göz verir, işıq vermir. Birdən yenə də Nurunun bacısı əl saxlayıb acıqlı-acıqlı dedi. Sən özün də azacıq aşın duzu deyilsən. Düyə göz eləməsə, kələ atılmaz. Ərşadı görəndə başlayırsan hırıldamağa. Sərvinaz bəkdən güldü. Ay tanrısız, bəyəm Ərşad ipə sapa yatan xələdir? Bəyəm o qardaşımın tayıdır? Qardaşın güldü. Üz qoy ürəyinin başına. Mən ölüm, ona yaz ki, ölürəm səndən ötürü. Tez apar məni. Nurunun bacısı gülüb Sərvinazın dediklərinin hamısını yazdı. Nuru məktubu oxuyub gülümsədi. Cavabında yazdı ki, mən oxumuş adamam. Az yaşlı qıza saxta yolla kəbin kəstirə bilmərəm. Bu tibbi cəhətdən də zərərlidir. Amma səni çox sevirəm. 2 il nədir ki? Tez gəlib keçəcək. Qaldı maman oğlunun məsələsi, o da sənin özündən asılıdır. İndi şuura vaxtıdır. Heç kəsi zorla ərə vermək olmaz. Səndənən getmirəm vəssalam. Bir də axı sən mənim nişanlımsan. Sərvinaz höccəliyə məktubu oxuyub, tibbi cəhətdən sözlərinin üstünə barmağını qoyub soruşdu. Yəni, bu nə deməkdir az? Nurunun bacısı pıçıltı ilə dedi. Yəni, yaşın 17-yə çatmamış, kişi ilə yatsan pis olar. Sərvinaz bəkdən güldü. Qardaşın gedib şəhərdə söz öyrənib. Azaz, yəni mən Burcalının qızıycan olmayacağam. O gedəndə heç 14 yaşı tamam değildi. Ay canı yanmış. Sən qardaşını başa saldayına. Denən Sərvinaz uşaq niyə olur? Bir də denən ki, mən 2 il gözləyim, insafı olsun. Özü də bax, o mamam oğlundan özünü gözləsin, cinli şeydir. Amma cin dərəsinin hallarından qorxmasın. Onlar nişan qoyunlarını lap neçə dəfə geri qaytarsalar da, mən ona baxmaram. De ki, Nuru mənim canım ciyərimdir. Bax, mənim sözlərimin hamısını qardaşına çatdırmayan ərsiz qalsın. Qız gülüb dedi. Yoxsa ki, ərdən ötürü gözüm uçurdu. Mən sənin kimi qızmamışam. Sərvinaz gülərək oxuyub oynadı. Hacının qızı atlandı, daray tumanı qatlandı. Nuru fikirləşdi ki, qız hələ uşaqdır. Onun istəyi ilə iş görmək olmaz. Sərvinaz onun xoşuna gəlirdi. Amma gözləmək lazım idi. Nuru onu da yaddan çıxarmırdı ki, bütün Kürdobada yeganə oğlandı ki, ali məktəbdə oxuyur. Ona görə də gərək belə işlərdə o nümunə göstərsin. Yoxsa onunla Ərşadın nə təfavütü olar? Nuru nişan getmiş erkəklərin geri qaytarılması əhvalatının səbəbini indi hiss edirdi. İndi ona yəqin idi ki, bu nə isə Ərşadla əlaqədar məsələdir. Yoxsa cin filan boş sözdür.
Ancaq Nurunun da ağlı kəsmirdi ki, Ərşad kimi canavar 4 erkəyi ağıldan çıxarandan sonra sağ-salamat gətirib dübarə salsın hacının ağılına. Qızın da sifarişinə baxmayaraq Nuru Ərşaddan qorxmayıb, hər gün məşhur Qarabağ cinsindən olan Göydəmir ürgəni minib Sərvinazgilin damının qabağından sürürdü. Nuru Göydəmir ürgənin yağ kimi axan yorğası ilə gəlib keçəndə Sərvinaz da damın qapısında sağ əlini belinə vurub əda ilə baxırdı. Qapıdan yan keçəndə əlini belinə vurmağı isə o məşhur mahnıdan öyrənmişdi. Gəlinə bax, gəlinə, əlin vurub belinə. Haramıda xəbər verdilər ki, evin tikilsin Ərşad, nə getmisən qəflət yuxusuna? Əğyar hər gün Göydəmir ürgəni Sərvinazın qapısından belədən belə çırpır, elədən elə. Yenə də qan vurdu Ərşadın başına. Bir istədi gecə gedib həmin Göydəmir ürgənin böyrünü versin Güllüyə, dedi lənət şeytana. Ata heyfi gəldi. Ona görə heyfi gəlmədi ki, güya hacıya canı yanırdı. Xeyr, ona görə qıymadı ki, Nurunun Göydəmir ürgəsi ilə özünün qaşqa ürgəsi qardaş idilər. Hacının madyanı, yəni Göydəmir ürgənin anası da qaşqa ürgənin anası kimi Əhmədalının bütün mahalda ən qaçağan at sayılan Sarıyal ürgəsindən döl tutmuşdu. Göydəmir ürgəyə də Ərşadın ürgəsi kimi iki göz gərək idi tamaşa eləsin. Ərşad Nurunun özünü vurardı, nəinki Göydəmir ürgəni. Amma Nurunu da vurmurdu. Ona görə yox ki, tutulmaqdan və ya qanlılıqdan qorxurdu. Ona görə ki, bunun şənini sığışdırmırdı. Qoy deməsinlər ki, qız Nurunu istədiyi üçün Ərşad nailac qalıb oğlanı öldürüb. Bəs onda neyniyəsən? Allah Allah deməklə də donuz daradan çıxmır. Bəs nə olsun? Yoxsa bu Eyvaz dayı elə bilir ki, mənim onu da, Sərvinazı da, Nurunu da öldürürəm deməyim havayı sözdür. Kürdobanın yenə də zil qaranlıq bir gecəsində qamışlıqdan Eyvaz əminin bacası üstünə 3 güllə atıldı. Eyvaz əmi ocağın kənarına salınmış keçənin üstündə əyləşərək qabağında çay ləzzətlə papiros çəkirdi. Güllələr dalbadal bacanın çağına dəyib torpağı lap kişinin qabağında ocağın üstünə tökdü. Yaxşı ki, südlü aşqazanın ağzı örtülü idi. Eyvaz əmi yaşına uymayan bir cəldliklə sıçrayıb ayağa qalxaraq dirəyə vurulmuş çırağı söndürdü. Uşaqlara qışqırdı ki, daldaya çəkilin. Eyvaz təcrübəli adam idi. Bildi ki, güllə damın üstündən olmasa da, hər halda yaxından atıldı. İtlər də bir ağız hürüb sustular. Demək, atanı tanıdılar. Demək, o beli qırılmışdı. Eyvaz əmi Nikolay vaxtından qalmış köhnə diagonal paltosunu çiyninə salıb, qaranlıqda bayıra çıxanda arvada qoymaq istəmədi. Ancaq Eyvaz əmi, o yana dur, deyib, çıxaraq doqqazın ağzında dayanıb diqqətlə ətrafı danatladı. Elə qaranlıq idi ki, gözə barmaq uzatsaydın görməzdi. Birdən lap yaxından ayaq tappıltıları. Sonra qamışın şırıltısı eşidildi. Demək, kimsə qaçıb özünü verdi qamışlığa. Ayrı vaxt atlını atdan salan Alabaş isə ağlın böyründəki balaca daldalanacaqda dinməz söyləməz oturmuşdu. Eyvaz əmi fikirləşdi ki, bu Ərşadın mənə ikinci xəbərdarlığıdır. Birinci hacının ocağına atılan gülləni nəzərdə tuturdu. Nə qədər qızışıb yoldan çıxsa da, hələlik canı güllə atmaz. Ona görə də qapıda dayanmaqdan ehtiyat eləmədi. Birdən əvvəlcə it hürdü. Sonra şura sədrinin səsi eşidildi. Eyvaz əmi, ay Eyvaz əmi. Sədr yaxından səsləyirdi. Eyvaz əmi sakit cavab verdi. Nə var, ay sevindik. Əşşi, bəri dur. Eyvaz əmi iti acıqlanıb, qaranlıqda irəliləyərək, əlində tüfək dayanmış şura sədri ilə qarşılaşdı. Sədr dedi, axşamın xeyr. Axşamın xeyr. O nə güllə idi? Məndən niyə soruşursan? Bu tərəfdə atıldı. Mənim bacamı atırdılar. Torpaq töküldü ocaqda qazanın üstünə. Yəqin bilirsən atan kimdir. Hardan bilirəm? Düşmən qırılıb qurtarmayıb ki. Deyirsən bacıya atırdılar? Hə, düşmən köpək oğlu adamı atar. Tay bacanın ocağına niyə atır? Kim bilir, bəlkə sabah da özümü atacaq. Əşşi, özün mənə demişdin ki, Ərşadda tüfəng var. Tutaq ki, Ərşadda tüfəng var. Bacım oğlu gəlib mənim evimi gülləyə basacaq. Kürdobada hamı bilirdi ki, Ərşad dayısı qızı Sərvinaza Kərəm kimi aşiqdir. Onu da bilirdilər ki, Eyvaz əmi qızı hacının oğluna verir. Sədr duruxa-duruxa dedi. Bəlkə deyirəm cahıldır. Qız sarıdan, bacım oğlu qızdan ötürü gəlib məni öldürəcək. Eyvaz əmi sədrin sözünü kəsdi. Əşşi, Eyvaz əmi, xətrinə dəyməsin. Ərşad dələduzun biridir dayına. Hər kimdir, mənim bacım oğludur. Dələduz olacaq neyləyib? Adam öldürüb, yoxsa oğurluqda tutulub. Sən belə deyirsən. Amma gözü ilə görən var ki, obaya tüfəngli gəlib. Tüfəng var, get tutdur. Tay mənim üstümə niyə gəlmisən? Ay tanrısız,
Niyə belə tərs danışırsan? El obadır, qohumdur, nə tər tutdurum? Dedim sən ağsaqqalsan, başına ağıl qoyasan. Nə cür ağıl qoyum? Denən tüfəngi gətirsin, xəlvətcə versin mənə. Mən də aparım verim rayona. Deyim çoxdan kimsə xarabalıqda gizləyibmiş, indi uşaqlar tapıblar. Eyvaz əmi dedi. Bunlar Ərşadın işidir. Özün danış, dilə tut. Sədr gedəndən sonra Eyvaz əmi Şamxalı göndərdi ki, get Narıngülü çağır bura. Zərəfşan soruşdu. Nə eləyirsən bu vaxt Narıngülü? Canına dərd eləyirəm, kişi qəzəbləndi. Görmürsən dəli qardaşı başımıza nə oynaçır? Narıngül neynəsin? Yaxşı, yaxşı, sən atanın görü. Sən də belə deyib ağızlarını dilatma. Narıngül dama girib ocağın yanında aramla çay içən dayısının qabağında dayandı. Biraz sükutdan sonra Eyvaz əmi dedi. Gördün ki, qardaşın yenə nə pəs daha çıxardı? Neyniyib dayı? Eşitmədin güllələri? Bəyəm hara atılırdı ki? Güya xəbərin yoxdur? Dayımın əziz canı üçün xəbərim yoxdur. Eyvaz əminin hirsi biraz soğuyan kimi oldu. Az, lap bu gecə onu tapdır. Denən şeytanın daşını ətəyindən töksün. Narıngül dayısının qabağında yerə çöküb. Əşi, dedi. Özün bilirsən ki, o söz eşidən deyil. İndi də havası vurub başına. Ağzımızı açmağa qoymur. Tədbirli adamsan. Özün bir çarə elə. Çarəsi odur ki, tutdurum. Çıxsın getsin. İxtiyarın var. Özünküdür. Nə eləyərsən özün bilərsən. Eyvaz əmi papiros büküb müştüyə qoyaraq yandırıb dərin bir nəfəs çəkəndən sonra dedi. O dəfə sənə tapşırdım ki, denən səbr eləsin, görək nə cür eləyirik. Deyir nişanı qaytarsın, səbr eləyim. Bəs hacının göndərdiyi erkəklər öz ağlında deyil. Deyir o biri şeylər də qaytarsın. Qələt eləyir, başını da daşın yekəsinə döyür. Mənim vəzir vəkilimdir. Ona nə dəxli var, nəyi qaytarıram, nəyi qaytarmıram? Dayı, qurban olum. Vallahi əl çəkəsi deyil. İndi özün bil. Əgər məndən bir şey asılıdır, vur ölüm. Gəlin bu sözləri deyib qalxdı ayağa. Eyvaz əmi gördü ki, xeyr. İşin orası deyil. Keçdi kələyə. Az, dedi. Sən o ayını başa sal, qoy yayacan gözləsin. Görək neynirik. Yayda nə olacaq ki, dayı? Köçək yaylağa, bəlkə orada bir yol tapdıq. Bu tezliklə üzüyü geri qaytarsaq, el arasında pis düşər. Ona görə də qoy qardaşın gözləsin. Görək nə yol tapırıq. Deynən ay heyvan, dayım deyir ki, o mənim özümünküdür. Ətini yesəm də, sümüyünü atmaram. Əgər qız barədə belə fikri vardı, niyə hacının elçisindən qabaq demirdi? İndi ki təqsir özündə olub, dayansın. Görək neynirik. Dayı, qurban olum, özün vəzir kimi adamsan. Bir ərac elə, yoxsa yaxşı, yeri denən gözləsin. Özünü dəlliyə vurmasın. Allah ömrünü uzun eləsin, dayı. Narıngül getdi. Ancaq Eyvaz əmi düz demirdi. Ərşadın Sərvinazı istəməyi nişandan qabaq ona məlum idi. Ərşad o həftə olmurdu ki, gecə camaat yatandan sonra dayısı ilə bir qoyun gətirməsin. Məlum məsələ idi ki, Ərşad bu qoyunları başqa sürülərdən oğurlayıb gətirirdi. Özü də Kürdobanın yox, başqa obaların sürülərindən. O da məlum idi ki, Eyvaz əmi bu qoyunların nə üçün gəldiyini və oğurluq olduğunu bilirdi, ancaq üstünü vurmurdu. Eyvaz əmi Ərşadın qoyunlarını sükutla qəbul eləyir, qızı isə daha karlı bir yerdən müştəri gözləyirdi. Ona görə də hacının elçiləri onun üçün lap göydən düşmə oldu. Narıngül yenə də atı minib haramıya gedərək qardaşını inandırdı ki, dayım fikrini dəyişib, nişanı qaytarmaq üçün bir girəv axtarır. Ərşad, ay tanrısız, dedi. Sən də deyən mənim başımın altına yastıq qoyursan. Narıngül analarının görünü and içdi. Səhəri gecə Ərşad haramıda qara oğurluğa gedib Hacı Tanrıverdinin sürüsündən karlı bir erkək oğurladı. Sonra elə həmin erkəyi apardı dayısı gilə. Hamı yatmışdı. Ərşad damın üstünə çıxıb astadan Şamxal, Şamxal deyə çağırdı. Eyvaz əmi özü oyanıb qulaq asdı. Ərşad bir də çağırdı. Eyvaz əmi Ərşadın səsini tanıdı. Qalxıb damın o biri tərəfində yatan Şamxalı oyadaraq lap yavaş səslə. Dur gör, dedi. O nə deyir? Məlum məsələdir ki, Eyvaz əmi Ərşadın nə deyəcəyini bilirdi. Şamxal cəld pencəyini çiyninə atıb çıxdı bayıra. Ərşad heç bir söz demədən erkəyi ona verib qaranlıqda yox oldu. Eyvaz əmi hesabı içəri verir. Hər yerdə mal-qaranı, qoyun quzunu, atı dəvəni hesaba alırdılar. Deyəsən Surxayın dediyi düz çıxacaq. Deyəsən hökumət malı mala qatacaq. Eyvaz əmi Surxayın məsləhəti ilə əl altından qoyun quzunun, dana buzovun bir hissəsini gecəykən qonşu rayonlara göndərib satdırmaqda davam edirdi. Surxay onu da demişdi ki, əşşi, elə ki, cəmaat arasına səsküy düşməsin. Özünü orta kəndli dərəcəsində saxla. O zaman Eyvaz əmi soruşdu. Necə yəni orta kəndli?
Yəni 40-50-dən artıq qoyunun olmasın. Bir dəvə, bir at. Eyvaz əmi qardaşı oğlunun sözünü kəsib soruşdu. Yaxşı, ay tanrısız, bəs Hacı Tanrıverdinin o qədər qoyunu, ilxısı necə olacaq? Surxay gülüb dedi. Qatılacaq kasıb-küsubun malına. Eylə şey olar, niyə olmur? Deməli, misal üçün Hacı Tanrıverdi də olacaq 3 imanın tayı? 3 iman obada ən kasıb adam idi. Məlum deyildi niyə ona 3 ləqəbini qoşublar. Surxay yenə də gülümsəyib dedi. Əgər Hacı Tanrıverdi 3 imanın tayı olsa, sevinər. Eyvaz əmi təəccüblə soruşdu. Nəyə görə? Ona görə ki, Hacı Tanrıverdi bizim quruluşun düşmənidir. Kulaqdır. Kulaq nədir? Dövlətli kəndli. Dövlətli tərəkəmi. Başa düşmürəm, niyə axı şura çox qoyun quzusu olana düşmən kimi baxır? Ona görə ki, onlar o dövləti, varı iman kimilərin zəhməti hesabına qazanıblar. Eyvaz əmini od götürdü. Ay tanrısız, əgər 3 iman dövlət qazanan idi, niyə indiyəcən özünə bir gün ağlamırdı? Hacı Tanrıverdi o dövləti zorla tutub onun bunun əlindən almayıb ki, zəhmət çəkib, gecə-gündüz yatmayıb, əlləşib qazanıb. Cavanlıqda Hacı Tanrıverdinin təhlədə çoban olduğunu hamı bilir. Əvvəli muzdur olsa da, sonra çevrilib istismarçıya. Ayə, söz danışın, söz olsun, deyə Eyvaz əmi taxta qutusunu açıb papiros püktü. Elə indinin özündə də Hacı Tanrıverdi öz çobanlarından az zəhmət çəkmir. Gecə-gündüz dövlətinin üstündə olur. 3-4 min qoyunu bircə-bircə tanıyır. Surxay dedi. Kollektivləşmə olanda da hamı yaxşı işləyəcək. Ümumi təsərrüfatı özününkü bilib can yandıracaq. Ay can yandırdı ha. Sən ölməyəsən. 3 iman elə onda da fısıldaya-fısıldaya günortayacan yatacaq. Zirək adamlar da acığa düşüb heç nə eləməyəcəklər. Qoçaq axmaq deyil ki, tənbəlin əvəzinə işləsin. Yox, deyə Surxay etiraz elədi. Kollektivləşəndən sonra adamların şuuru dəyişiləcək. Adamlar anlayacaqlar ki, yaxşı dolanışıq üçün hamının yaxşı işləməsi lazımdır. Eyvaz əmi papirosunu yandırıb bir nəfəs çəkəndən sonra dedi. Xam xəyaldır. Heç qardaşla qardaş bir yerdə dolana bilmir. Ayaqları yer tutan kimi ayrılıb deyirlər səninki səndə, mənimki də məndə. İndi durub bu boyda Kürdoba cəmaatı birləşib bir yerdə dövlət qazanacaq. Bunun içində bir-biri ilə dədə-baba ədavəti olanı var. Oğrusu əyrisi var. 3 iman kimi əfəli var. Surxay dedi. Qardaşla qardaş bir yerdə dolana bilmirdi. Çünki xüsusiyyətçilik idi. Amma indi heyli olmayacaq. Özü də xahiş edirəm. Cəmaat arasında belə sözlər danışmayasan. Yoxsa özün üçün də yaxşı olmaz, mənim üçün də. Eyvaz əmi başa düşdü ki, Surxay nə demək istəyir. Ona görə də hesabı içəri verib dinmədi. Ancaq Eyvaz əmi bilmirdi ki, Surxay bu sözləri ürəkdən deyir, ya şura hökumətinə qulluq elədiyi üçün deyir. Yəni öz dediyinə inanır ya inanmır. Eyvaz əmi bu söhbətdən qəti anladı ki, Hacı Tanrıverdinin dövləti əlindən çıxacaq. Amma bunun necə ola biləcəyini heç vəclə özünə aydın eləyə bilmirdi. Sonra fikirləşdi ki, əgər işlər Surxay deyən kimi idisə, daha onda Hacı ilə qohum olmaq elə bir vacib məsələ deyil. Sonra düşünürdü ki, ay canım, kim bilir axı, Nuru dərsi qurtarandan sonra onu hara qoyacaqlar? Qızı götürüb hara gedəcək? Sonra ondan mənə nə xeyir olacaq? Xalq qızını ərə verir ki, bal tutsun, barmağın yalasın. Bu tərəfdən də tanrısız Ərşad tüfəngi götürüb düşüb çöllərə. Deyir, qızı verməsə, öldürəcəm. Beyni qızıb, nə desən eləyər. Əmsi Kərbəlayı Əsəd Dünyamallar obasında bir qızdan ötürü 2 nər kimi oğlanı vurub öldürmədimi? Hələ indi də qanlılıq ortalıqdan götürülmür. Amma yenə də Eyvaz əmi qəti bir qərara gələ bilmirdi. Ərşad bacısının sözündən sonra hər 3 gündən, 4 gündən bir, gecə yarısı bir qoyun gətirərək bacadan şamxalı səsləyir. Eyvaz əmi də səsə birinci ayılıb şamxalı oyadırdı. Yəqin məsələdir ki, bu işlərdən Hacı Tanrıverdigilin xəbəri yox idi. Çünki Ərşad gecə qurdu idi. Onu gecə görmək mümkün deyildi. Nurun nişanlısından arxayın halda qayıdıb getdi Bakıya. Sonra yaz gəldi. Aprelin ortasında Kürdobalılar köçdülər Haramıya. Bu Ərşada lap ləzzət verdi. İndi Sərvinazı görmək üçün ya gecə onlara qoyun aparmaq üçün 25 kilometri gedib qayıtmaq lazım deyildi. İndi qız da, dayısı gildə gözünün qabağındaydı. Çox çəkmədi ki, Haramı düzləri başdan başa qıpqırmızı lalə oldu. Çiçək-çiçəyi çağırırdı. Uzaq üfüqlərdə ceyran sürüləri görünürdü. Kürdobalılar Haramıda oymaq-oymaq düşmüşdülər. Yəni tayfa-tayfa. Bir tərəfdə Eyvaz əmigilin, o biri tərəfdə Hacı Tanrıverdigilin oymağı. Bütün günü Haramı bol günəş işığında parlayırdı. Dizə qədər qalxmış laləli,
Çiçəkli otların arasında yayılmış saysız hesabsız qoyun quzu sürüləri otlayırdı. Daha uzaqlarda at ilxıları, çılpaq dəvələr görünürdü. Alaçıqların, komaların qabağında səhərdən axşamacan əlvan paltarlı qız gəlinlər hərlənirdi. Kimi pendir tuturdu, kimi nehrə çalxıyırdı, kimi əl dəzgahında yunnan şal toxuyurdu. Kişilərdən kimi çarıq tikirdi, kimi motal üçün dəri aşılayırdı, kimi dəvənin cihazını sazlayırdı. Eyvaz əmigilin xalis Qarabağ cinsi olan Kürən dayını yaylağa köçənə qədər minməyə öyrətmək lazım idi. Taxta kimi dümdüz otlaqda şamxal və onların obasından olan cavanlar dayı dövrəyə alıb neçə dəfə kəmənd atdılarsa da bir şey çıxmadı. Üstünə tullanan cavanı havası göylə gedən day sıçrayıb qəzəblə çırpırdı yerə. Öz obalarında, çomalarının ağzında oturub qatıq çörək yeyən Ərşad da bu səhnəni görürdü. Çörəyini yeyib qurtarandan sonra qalxıb ağır addımlarla cavanların yanına gəldi və kəməndi şamxaldan alaraq fitdə nə isə çala-çala bir qədər aralıda otlayan Kürən daya yaxınlaşıb ipi qəfil atdı. Kəməndə düşən day nə qədər dartınsa da xilas ola bilmədi. O biri cavanlar da yürüb kəmənddən yapışdılar. Ərşad, bək saxlayın, deyərək özü ipi buraxıb zorla cilovu dayın başına keçirib tullandı üstünə. Cavanlar kəməndi buraxdılar. Kürən day hirsindən az qalırdı dünyanı dağıtsın. Nə qədər atılıb düşürdü, üstündəki oğlanın halına təfavüt eləmirdi. Axırda Kürən day gördü ki, xeyr, atılıb düşməkdən bir şey çıxmır. Götürülüb ildırım kimi getdi. Eyvaz əmi bir-iki ağsaqqalla balaca təpənin üstündə durub tamaşa edirdilər. Sərvinaz isə alaçığın ağzında oturub nehrə çalxıya-çalxıya bu mənzərəni görürdü. Qəzəbli Kürən day Ərşadı götürüb gedəndə Sərvinaz nehrəni buraxaraq qalxıb at üfüqdə gözdən itənəcən baxdı. Gülümsədi və təkrar oturub nehrə çalxalamağa başladı. Aradan xeyli keçdi. Nəhayət, ucsuz-bucaqsız düzənliyin üfüqündə əvvəl balaca bir qaraltı göründü. Eyvaz əmi alaçığa tərəf səsləndi. Sərvinaz, mənim durbinimi gətir bura. Sərvinaz arxalığının döşündə gümüş pullar cingildiyə-cingildiyə durbini gətirib verdi. Bu durbini lap cavan vaxtı Eyvaz əmiyə böyük qardaşı Pristav Bayram bağışlamışdı. Eyvaz əmi durbini gözünə tutub, indi üfüqdəki o uzaq qaraltıya baxıb dedi. Gəlir. Haçandan haçana Kürən dayla Ərşad aydınca seçildi. Kürən day indi dörddəmə, ağır-ağır gəlirdi. Köpü möhkəm alınmışdı. Elə bil ki, bayaq göylə gedən day deyildi. Kürən dayın azad, səllimi günlərinə beləcə son qoyuldu. İndi onu istədikləri yerə minəcəklər. Belinə yəhər qoyacaqlar. O da tabe olacaq. Ərşad bacısı Narıngülü göndərdi ki, Sərvinaza desin, axşam qaranlıq düşəndə gəlsin onların, yəni Narıngülgilin çomasına. Ətli canlı saz bir gəlin olan Narıngül dedi, qız gəlməyini gələcək, amma bax, farağat otur. Ərşad bacısının nə demək istədiyini başa düşüb, ay tanrısız dedi, mən durub binamız iş tutacağım. Öz dayın qızıdır. Axşam Sərvinaz göz-göz eləyib, xəlvətcə qaçdı Narıngülgilə. Gördü ki, Ərşad dayanıb ayaq üstə. Narıngül onları tək qoyub çıxdı bayra. Ərşad dedi, salam, ay bivəfa dayı qızı. Sərvinaz gülüb dedi, bivəfa niyə oluram, ay tanrısız? Bivəfa olmasan, barmağında tazı nurunun üzüyünü gəzdirməzsən. Sərvinaz bəkdən güldü. Tay neyniyək, dedi. Mamam oğlu üzük göndərməyəndə, yadınkini taxacaq dayına. Qızın gülüşünü görəndə yenə də qan vurdu Ərşadın başına. Sərvinazı özünə tərəf çəkərək bərk-bərk öpüb döşlərini sıxdı. Qız gülə-gülə yavaşdan qışqırdı. Narıngül öskürüb girdi içəri. Ərşad dilxor olub qızı buraxdı. Sərvinaz qaçdı. Ərşad bacısına dedi, ay tanrısız, sən də adama göz verirsən, işıq vermirsən. Gəlin gülüb cavab verdi. Əli uzunluq eləmə. Dağda götürüb qaçacam. Bəs nişanlısı nə olacaq? Cəhənnəmin dibinə gedəcək. O yan bu yan eləyər, bir güllə vuraram təpəsinə. Ortalığa qan salma. Bacın cəhənnəm, qardaşım var. Eyvaz dayım özü də peşman olub. Demədi ki, qoy bacım oğlu hövsələ eləsin. Dayımın ipinin üstünə odun yığmaq olmaz. Niyə heylə deyirsən, ay tanrısız? Eyvaz dayı olmasaydı, bizi qurt-qurt basıb yeyərdi. Sən də. Bizə neyniyib? Atamız rəhmətə gedəndən sonra mən qoyununu otarırdım. Əli də gedərdi quzuya. Gözü üstümüzdə olub. Onun səbəbinə qoyun quzumuza oğru əyri yaxın düşməyib. Ərşad dinmədi. Hiss elədi ki, bacısının sözlərində həqiqət var. Amma dedi, onu bunu bilmirəm. Kərbalayı Əsəd əminin coru haqqı. Qızı xoşam-xoşluqla verməsə, götürüb qaçacam. Mayın 15-də el haramıdan tərpəndi yaylağa. Kürdobada əvvəlki qədər dəvə olmasa da, orta hallı adamların hər evdə bir ikisi var idi.
Kasıbların dəvəsi olmadığından ata, eşşəyə, hətta öküzə yüklənirdilər. Qadınlar əsasən dəvələrdə gedirdilər. Yəni dəvəni yükləyib üzərinə əlvan rəngli vərni ya kilim çəkirdilər. Təzə gəlinlərin də yükünün yanlarına, dəvələrin sinəbəndinə balaca güzgülər taxırdılar. Kişilər yəhərli atlarda gedirdilər. Qoyunları isə çobanlar otora-otora aparırdılar. Ona görə də hər 30-35 kilometrdə dincəlmək üçün köç dayanırdı. Gecə ay doğanda yüklənib, ta səhər gün çıxıb, yağlanana qədər yol gedirdilər. Köçü açıb qoyunu, inəkləri sağıb, südünü mayalayırdılar. Çörək yeyirdilər. Atları, dəvələri otarıb doyururdular. Özləri də yatıb dincəlirdilər. Ancaq tanrısız Ərşadın yuxusu qaçırdı. Uzaqdan Sərvinazın köç düşən yerdə fırlanmasına, nəyəsə gülməsinə tamaşa edirdi. Özü də elə tamaşa edirdi ki, kənardan baxanlar başa düşməsinlər. Ərşad onu da görürdü ki, Hacı Tanrıverdinin qızı güllü çitə bükülmüş nəyisə tez-tez Eyvaz dayısıgilə aparır. Ərşad yanıb tökülürdü. Bizim bu dayımızın tamahı bu sözdən deyil. Bir tərəfdən də deyir ki, peşman olub. O bir tərəfdən də payını, sovqatını götürür. Narıngül də deyirdi, ay tanrısız, bəs neyləsin? Vaxtda ki, üzüyü hələ qaytarmayıblar, sovqatını, payını gərək götürə dayına. Ərşad da özündən çıxıb deyirdi, dayım məni təlləyib başımı piyləyir. Əgər üzüyü qaytarasıdırsa, bəs nəyi gözləyir? Dəvənin quyruğu yerə dəyəndə qaytaracaq. Ərşad belə odlansa da, dağ yolunda o biri obaların köçlərindən girəvələnib, öz sürüsünə qatdığı toğludan, şişəkdən gecə dayısıgilə ötürməyi unutmurdu. Onsuz da, deyirdi, dayım göyə də çıxsa, Sərvinaz mənimdir. Sərvinaz da dalbadal gələn bu oğurluq qoyunları görür, bu da qızın qürurunu artırırdı. Hacı Tanrıverdi kimi hampaların sürüsündən heyvan yayındırmaq Ərşada ləzzət verirdi. Ancaq Hacı Tanrıverdinin o çəlimsiz oğlu Nurunun onu bir yumruqla vurub yerə sərməsi, çomağını əlindən alıb çəkilliyə tullamağa yadına düşəndə, o xəcalətindən ölüb yerə girmək istəyirdi. Ay tanrısız deyib özünü danlayırdı. Axı necə oldu ki, o tazı səni o günə saldı? Ərşad bu barədə uzun-uzadı düşünüb tapdı ki, Nuru fənd işlədib. Axı deyirlər şəhərdə elə yerlər var ki, orada adama belə fəndlər öyrədirlər. Amma mənə də Qara Ərşad deyərlər. Mən Kərbəlayı Əsədin qardaşı oğluyam. Bu hayfı onda qoymayacam. Orada səhv elədim ki, yetirən kimi çomağı təpəsinə yendirib, başını qarpız kimi parçalamadım. Maymaqlıq elədim. Əməlli başlı maymaqlıq. Yaxşı ki, Sərvinaz görmədi. Axı o tazı mənim haramdan vurdu ki, o saat özümdən gedib yıxıldım. Ərşad hey bu barədə düşünür, yanıb tökülür. Sirrini heç kəsə açmırdı. Amma ondan da qorxurdu ki, Nuru birdən əhvalatı açıb obanın cahıllarına danışar. Ona görə də qulağı səsdə idi. Amma yox, deyəsən heç kimə deməmişdi. Yoxsa indi bütün obaya küy vurulmuşdu. Ondan sonra Sərvinaz heç Ərşadın üzünə də tüpürməzdi. Əvvəllər Ərşad bir istədi gecə Nurunu güdüb güllə ilə vurub öldürsün. Sonra fikirləşdi ki, yox, bu namərdlikdir. İgid çəpərin dibində gizlənib qəfil adam vurmaz. Mərdi mərdanə döşləşər. Sonra ümumiyyətlə Nurunu öldürmək fikrindən vaz keçdi. O məni vurub sərdi yerə. Huşumu itirdim, amma öldürmədi. İstəsəydi lap xəncərimi çıxardıb soxardı qarnıma. Sonra ona kim sübut eləyə bilərdi? Çəkilliyin içi idi. Orada 10 adam başı kəssən, heç kəsin xəbəri olmaz. Amma gərək onu elə bir kökə qoyam ki, məni vurub yerə sərməyinin 1000 dəfə əvəzi çıxsın. Qulaqlarla mübarizə getdikcə şiddətlənirdi. Səs yayılmışdı ki, Azərbaycanın bəzi yerlərində təsərrüfatlar kollektivləşdirilmişdi. Hacı Tanrıverdi kimi varlılara çoxlu vergi gəlirdi. Ona görə də qaçaq dəstələri əmələ gəlmişdi. Bu dəstələr əsasən varlı ailələrdən, kulaklardan ibarət idi. O adamlar idi ki, gizlin tüfəng tapanca saxlamışdılar. Kolxoz adı gələndə vahiməyə düşürdülər. Atıb vurmaq həvəskarı olan bəzi yelbeyin cavanlar da onlara qoşulmuşdular. İndi Elatın yaylağa köçməsi ilə əlaqədar olaraq, belə qaçaq dəstələri də dağlara qalxmışdılar. Eyni zamanda onlarla mübarizə üçün yaylaqlara hökumət atlıları da gəlmişdilər. Qaçaqlar tez-tez obalara hücum eləyib kommunistləri tələb edirdilər. Əlbəttə, cəmaət də onlara ələ vermirdi. Əgər obada, yəni kommunistlərlə tüfəng vardısa, qaçaqlarla atışma da düşürdü. Yaylaqlarda bahar tezə başlayırdı. Gömgöy göylərin altında yamaclara, gədiklərin kənarlarına səpələnən çiçəklərin hərəsi bir rəngə çalırdı. Hərəsi bir ətir verirdi. Bu güllər, çiçəklər Kərəm kimi Ərşadda da eşq artırırdı.
Başlarında hələ qar görünən dağların əzəməti, ümman kimi dərin mavi dərələrin genişliyi, üfüqlərin uzaqlığı Ərşadı özünün də başa düşmədiyi qəhrəmanlığa səsləyirdi. Ərşad dinc dura bilmirdi. Nəysə, fövqəladə bir iş görmək istəyirdi və bu nadinc istək onun qanını coşdururdu. Hər gün uzaqdan tamaşa elədiyi, lap Qızıl Boğazın zirvəsindən gördüyü Sərvinaz onu dəli eləyirdi. O Kərəm haqqında düşünürdü. O əsli Kərəm dastanını 4-5 il qabaq obalarında toyda saz çalıb oxuyan Aşıq Humaydan eşitmişdi. O zaman Ziyadxan oğlu Kərəmin bir erməni keşişin qızının dərdindən çöllərə düşərək, gedib uzaq-uzaq ölkələr çıxmasına inanmamışdı. Nə olmuşdu, ay tanırsız, demişdi. Bəyəm sənin kimi xan oğluna, eldə obada qız tapılmırdı. Amma Sərvinaza aşıq olandan sonra başladı Kərəmin halına yanmağa. İndi Ərşad gün işığında parlayan çiçəkli çöllərə, bu dumanlı dağlara baxanda ah çəkirdi. Amma özü də bilmirdi ki, niyə ah çəkir. Elə bil ki, bu dağlarda Sərvinazın həsrəti vardı. Elə bil ki, bu dumanlı dağlar ona deyirdi ki, Sərvinaza qovuşmaq xəyal mahaldır. Qızıl Boğazın o tayındakı qarlı gədik, Ziyadxan oğlu Kərəmin qara batdığı Ərzurum gədiyinə oxşayırdı. Kürdobanın şura sədri aranda qalmışdı. Ayrıları da Ərşadı ələ verməzdilər. Ona görə tüfəngli gəzirdi ki, yaylaqda qaçaq dəstələri hərlənirdi. Ancaq Ərşad altın taxtadakı cıdıra tüfəngli getmədi. İki qardaş ürgənin cıdırda qoşalaşması və Ərşadın nurunu xəncərlə doğraması. Ərşad qaşqa ürgənin üstündə altın taxtaya çatanda oradakı atlılar arasında nurunu da gördü. Onun altındakı göydəmir ürgənin yarışığına da söz yox idi. Ərşad onun atının məğrur boy buxununa baxıb bir anlığa Nuriyə olan kinini unudaraq elə bil ki, fərəhlənirdi. Bu göydəmir ürgənin öz altındakı qaşqa ürgə ilə qardaş olması onun özündə də qəribə bir əqrəbalıq hissi oyatdı. Amma gözü göydəmir ürgədən sovuşub, onun üstündəki oğlanın üzərində dayananda bu hiss dərhal uçub getdi işinə. Ərşad oğlanın ayaqlarında parıldayan qumaş uzunboğazı, üst köynəyinin üstündən belinə çəkdiyi qızıl dilli nazik Qafqaz kəmərini, başındakı bahalı dəridən tikilmiş təpəsi gen papağı görüb cinləndi və o saatda çevrilib neçə yüz addım aralıda bulağın üstünə yığılmış qız gəlinə baxaraq, onların arasında qanovuz köynəyinin gümüş bəndi günəş işığında parıldayan Sərvinazı tanıdı. Qız gəlin bilirdi ki, bugün cahıllar altın taxtada cıdıra çıxacaqlar. Kürdobanın kişiləri, uşaqları da yığılıb gəlmişdilər. Yalnız Eyvaz əmi gəlməmişdi. Bunun səbəbi aydın idi. Əgər gəlsəydi, Hacı ilə ünsiyyət eləməli idi. Bu da Ərşadı dəli eləyib özündən çıxaracaqdı. Danışmasa da, Hacı deyərdi görən bu nə əhvalatdır. Altın taxta yaşıl dağların arasında ta üfüqə qədər uzanıb gedən bir düzənlik idi. Bu düzənlik başdan başa qıpqırmızı lalə, rəng-bərəng çiçək idi. Hava çöl nanəsinin ətri ilə dolu idi. Atlıların başı üzərində göy qübbəsi nihayətsiz, mavi bir şəffaflıqla parıldayırdı. Cıdıra Kürdobadan 16 seçimi at çıxarmışdılar. Boz atın belindəki enli kürək oğlan Əhmədalı dedi. Hazırlaşın uşaqlar. Atlılar cərgələndilər. O zaman Əhmədalı pencəyinin altındakı qoburdan köhnə bir naqan çıxarıb havaya bir güllə sıxdı və atlılar da eyni anda tərpənib güllə kimi getdilər. Altın taxtada atların ayaq tappıltıları uzaq üfüqə doğru uzaqlaşdıqca, tamaşa eləyən adamların da həyəcanı artırdı. Atlılar yavaş-yavaş dalqabaq olmağa başladılar. İndi irəlidə 4 atlı idi. Nuru, Ərşad, Əhmədalı, bir də məşhur qoyunçu dövlətlilərdən Hacı Qasımın nəvəsi 15 yaşlı Xanış. Dördü də bir müddət qulaq-qulağa getdi. Sonra Əhmədalının atı geri qaldı. Sonra da Xanışın. İndi iki rəqib, Ərşadla Nuru yan-yana gedirdi. Heç biri dinmirdi. İkisinin də gözü irəliyə zillənmişdi. Nəhayət, altın taxtada cıdır mənzili qurtardı. Buradan o yana dərə idi. Burada atların başlarını yığmalı idilər. Ancaq yığmadılar. İndi atlar dağdan daşdan sıçraya-sıçraya getsələr də, yenə də bir-birindən bir qarış da geri qalmırdı. Uzun yoxuşu enəndən sonra yenə də düzənlik başlayırdı. Yenə də iki qardaş ürgənin bir-birindən geri qalmamağı və Ərşadın hirsindən qızarıb pörtmüş sifəti Nuriyə ləzzət verirdi və o gülümsəyirdi. Ərşad onun bu gülüşünü yanaşı görürdü. Bu onun qəzəbini artırırdı. Və birdən atların bu qızğın qoşa qaçarağında Ərşad qəfil tullanıb mindi Nurunun tərkinə.
və daldan onun boğazından yapışaraq özü ilə birlikdə dartıb yıxdı yerə. İkisi də bərk dəydi yerə. Amma Ərşad canavar kimi oğlanın xırtdəyini buraxmadı. Deyirlər canavar birinci boğazdan yapışar. Nuru özünə gələnəcən Ərşad onu üstələdi. Nuru onsuz da cansız idi. Ərşad bir əli ilə onun boğazından yapışıb, o biri əli ilə budayırdı. Oğlan nə qədər çapalayırdısa da, Ərşadın altından çıxa bilmirdi. Ancaq Ərşadın ürəyi bununla da soymadı. Belindən xəncəri çəkib 4-5 dəfə oğlanın zərərsiz yerindən vurdu. Sonra cəld ayağa qalxaraq, qardaşı ilə yanaşı dayanmış qaşqa ürgənin üstünə tullanıb, ildırım kimi getdi. Düşmənini o günə salandan sonra qaşqa ürgənin qaçışı ona yırtıcı bir nəşə gətirirdi. Hacı Tanrıverdilərin cavanları əllərinə keçən çılpaq atların üstünə tullanaraq tökülüb gəlib Nurunu yarımcan gördülər. Və çox çəkmədi ki, Hacı Tanrıverdilərlə Ərşadgilin tayfası arasında partapart atışma başladı. Son 4-5 ildə aranda heç kəsdə tüfəng görünməmişdi. Məlum deyildi ki, indi bu uzaq dağların başında tüfənglər hardan çıxdı. Qızılboğaz yurdu Hacı Tanrıverdilərin yurdları arasında balaca bir dərə vardı. Ərşad işi bildiyi üçün hamıdan qabaq özünü Qızılboğaza yetirərək üçatılanı götürüb girmişdi daşın dalına. O biri tərəfdən də Hacı Tanrıverdilərin cavanları bütün obanı basmışdılar gülliyə. Ərşad da təkdən bir atırdı. Nəhayət ağsaqqallar güllə atanları obaya qaytardılar. Hacı Tanrıverdinin qardaşı oğlu Yusiflə ortancıl oğlu Fərhadı isə səngərdən çıxarmaq olmurdu. Onlar Ərşadgilin oymağını dalbadal gülləyə tutmuşdular. Qoca Mustafa oğlu onları güclə sakit eləyib obaya qaytardı. Sonra ağsaqqallar hacının böyük alaçığına toplaşdılar. Həkim üçün görsə atlı göndərdilər. Hacı dinib danışmırdı. Sükut içində oturub qarşısında bir nöqtəyə baxırdı. Nəhayət qoca Mustafa oğlu, "Hacı," dedi, "cahıldılar, qanmayıblar. Allaha şükür ki, Nuruya bir zərər yetməyib. Biz özümüz də cavanlıqda belə şeyləri az görməmişik." Mustafa oğlu dövlətli olmasa da, cəmaat arasında sayılan adam idi. Odur ki, sözü havaya getmədi. Hamıdan dövlətli, orta boylu, qarayanız Hacı Qasım dedi. "Qoymayın cahıl-cuhul arıya qanlılıq salsın." Hacı Tanrıverdinin qardaşı oğlu, bütün Kürdobada ən sərras güllə atan davakar Yusif dedi. Ağsaqqallar da gərək öz cahıl-cuhulunu qoymasınlar, hədə-qadağadan çıxa. Hamı bildi ki, daş hara atılır. Bir qədər sükutdan sonra Mustafa oğlu dedi. Adam gərək düz söz danışa. Eyvaz kişi həmişə Ərşadı danlayıb ki, şuluqluq eləmə, fərağat otur. Hacı Qasım təsdiq etdi. Elədi. Özü də sözə baxan deyil. Rəhmətli Kərbəlayı Əsəd kimi dəli doludur. Hacı Tanrıverdinin qardaşı oğlu bu dəfə daha acıqlı dedi. Dəlini ağıllandırarlar. Hacı Qasım dedi. Bir qələt də eləyib. Məsələ orasında idi ki, Hacı Qasım Hacı Tanrıverdi ilə qohum idi. Eyvaz gillədə. Nə onlardan keçə bilirdi, nə də bunlardan. Hacı Tanrıverdi isə heç kəsin üzünə baxmadan susurdu. Hacı fikirləşirdi ki, görəsən Eyvaz qohumluqda bu biabırçılığa necə baxacaq? Nə deyəcək? Hacının qulağına dəymişdi ki, Ərşad qızı istəyir. Demək, bu davanın da səbəbi o məsələdir. Hacının ağlı kəsmirdi ki, Eyvaz kimi adam Ərşad kimi lütə qız versin. Lap bacısı oğlu olsa da. Bu dələduz Ərşad onsuz da Eyvazın özününküdür. Tay nəyə görə üstəlik qızını da versin ona? Kişilər gedəndən sonra Hacı oğlu Fərhadı, qardaşının, bacısının oğlanlarını çağırtdırıb sakit, ağır ifadə ilə dedi. Ortaya qanlılıq salmaq lazım deyil. Fərhad hirsindən pörtərək nə isə demək istədi. Amma atasının soyuq sükut içində olan üzünə baxıb dinmədi. Cavanlar hacının sözündən öz hesablarını götürdülər. Yəni adam öldürməyin, amma ayrı nə istəyirsiniz eləyin. Cavanlar da Ərşadgilin tayfasından əllərinə keçəni doğrayıb qisas almaq üçün məqam axtarırdılar. Ancaq onlar da girəvə vermirdilər. Ərşad özü həmişə canavar kimi bir gözü açıq yatırdı. Əvvəl dediyim kimi, Kürdobanın şura sədri aranda qalmışdı. Rayon hökumətinin nümayəndəsi də keçmişdə ona Dağbəyi deyilmişlər. Başqa obada otururdu. Nuru döyülüb yaralanan günün səhəri həmin rayon nümayəndəsi başqa obadan götürdüyü bir nəfər partiyaçı ilə Kürdobaya gəlib, kənd şura üzvü İbrahimin komasına düşdü. İbrahim keçmişdə, elə indi də kasıb bir tərəkəmə idi. Ancaq dilli ağızlı, xeyir şərə yarayan adam idi. Odur ki, lap şura hökuməti qurulan gündən indiyəcən həmişə kənd şura üzvü seçilirdi. Özü də ona görə seçilirdi ki,
Mərdimazar adam hesab olunmurdu. Yəni, cəmaatın sirrini heç kəsə verən deyildi. İndi də elə oldu. Rayon nümayəndəsi nə qədər soruşdu ki, obada nə olub? Kim kimi vurub yaralayıb? İbrahimdən bir söz ala bilmədi. Əşşi, bekara işdi. Cavanlardan bir-ikisinin sözü çəpləşdiyindən elə-belə dalaşmışdılar. Nümayəndə təəccüb etdi. Ay canım, dedi. Bəs axı mənə xəbər çatıb ki, burada adam doğrayıblar. Şura üzvü dedi. Boş sözdür. İnanmırsan, çağır cəmaatdan soruş. Rayon nümayəndəsi bir qədər fikirləşəndən sonra dedi. Yaxşı, yığ cəmaatı. Onsuz da onlarla vacib söhbətim var. Şura üzvü İbrahim də cəsarətlə dedi. Nə olar, yığaq. Siz çaydan çörəkdən yeyin, mən də bu saat cəmaatı yığım. Sonra üzünü qapıda hərlənən arvadına tutub, Ayşaq, deyə səsləndi. Qonaqlara çörək gətirin. Özü isə çomadan çıxdı. Kürdoba cəmaatı bulağın üstündəki açıqlığa yığılmışdı. Rayon nümayəndəsi onlara yaxınlaşıb dedi. Salam, əleykəs salam, deyib səsləndilər. Nümayəndə soruşdu. Nə var, nə yox? Yenə də hamı bir ağızdan cavab verdi. Sağlığın. Mustafa oğlu isə dedi. Şura hökumətinin dövlətindən lap yaxşıyıq. Qurt qoyunla otlayır. Nümayəndə gülümsəyib zarafatla dedi. Qurt qoyunla axıracan otlamaz. Mustafa oğlu da arif adam idi. Nümayəndənin nə demək istədiyini başa düşdü. Hökumət əlsiz ayaqsızların tərəfdarı olandan sonra qurdun dişi lap poladdan olsun. Yenə heç nə eləyə bilməz. Əlbəttə, deyə yerbəyerdən təsdiq etdilər. Sonra nümayəndə soruşdu. Yaxşı, nə əhvalatdır? Deyir, burada iki adam bir-birini doğrayıb. Cavan vaxtlarında obada davakarlığı ilə məşhur olan qoca burcalı kişi 1 metr uzunluğunda çubuğunu ağzından götürərək çırtla kənara tüpürüb soruşdu. O sözü hansı köpək oğlu danışıb? Ayrı bir kişi də əlavə etdi. Heylə şey olmayıb. Nümayəndə dedi. Bəs o boyda yalan olar. Burcalı kişi dedi. Niyə olmur? Nə çox anasının əmcəyini kəsən. Cavanlar gülüşdülər. Mustafa oğlu dedi. Əşşi, boş şeydi. İki cavan uşaq dalaşıb, bir-birinin üz-gözünü cırmaqlayıblar. Nümayəndə soruşdu. Harda da o uşaqlar? Burcalı kişi dedi. Harda olacaqlar? Qoyunda, quzuda. Şura üzvü İbrahim dedi. Bura çağırtdırmaq olar? Hardan tapmaq olar onları? Kim bilir hansı dərədədirlər? Bayaqdan bəri otun üstündə bardaş qurma oturub sükut içində papiros çəkən Eyvaz əmi nümayəndəyə müraciətlə. Ay yoldaş, dedi. Camaat dava şavasız olmaz. Dəliqanlısı var, tərsi var. Axtarsan, burada oturan adamlar 100 dəfə bir-biri ilə dalaşıb barışıblar. Hər şeyin başına ip salmazlar ki. Qoca burcalı çubuğu ağzının kənarından götürüb çırt eləyib tüpürərək. Mən, dedi, hökumətin yerinə olsam, o xəbər aparan Mərdimaza köpək oğlunun özünü tutub salaram qoduqluğa. Camaat özü bilər. Ona nə düşüb? Hacı Tanrıverdi susub heç bir söz demirdi. Nümayəndə təcrübəli adam idi. Bu tərəkəmələrin də xasiyyətinə bələd idi. Bilirdi ki, dalaşanları ələ vermək istəmirlər. Ancaq, dedi, sonra bir iş çıxsa, yaxşı olmaz. Əgər yaralanan zat varsa, deyin, heç olmasa həkim göndərək. Oturanlardan biri dedi, arxain ol əşi, sənə bir baş ağrısı olmaz. Nümayəndə gülümsədi. Başa düşdü ki, kişi nə demək istəyir. Gördü ki, nə qədər çək-çevir eləsə də bir şey çıxmayacaq. Ona görə də nailac qalaraq çıxıb getdi. Hacı Tanrıverdi Eyvaz əmi ilə heç danışmadı. Eyvaz əmi də bunun nə demək olduğunu başa düşürdü. Allah Ərşadın üzünü qara eləsin. İndi Eyvaz əmi durub hacıya nə desin? Nə cür üzrxahlıq eləsin? Təzə qohumluq bir yana. Axı bu beli sınmış Ərşad onun bacısı oğludur. Onun kiçiyidir. Amma ürəyinin dərinliklərində bacısı oğlunun hərəkəti Eyvaz əmini cinləndirmirdi. Lap düzünü bilmək istəsəniz xoşuna gəlirdi. Qoy bütün Kürdoba bilsin ki, Kərbəlayı İbixan tayfası indi də tikanlıdır. Onda sabah qızın da orada, yəni Hacıgil də başı ucu olar, sayarlar. Həmin gecə göz-gözü görməyən dumanda çəndə, Ərşad boynunda bir saz toğlu gəlib alaçığın dalında şamxalı səslədi. Yenə də onun səsinə Eyvaz əmi ayılaraq şamxalı oyadıb dedi. Dur gör maman oğlu nə deyir? Yenə də Ərşad heç bir söz demədən qoyunu verib dumanda yox oldu. Şamxal qoyunu alaçığa gətirib palaz qapını örtdü. Eyvaz əmi durub elə yerinin içində oturaraq 7-8 şamlıq balaca fənəri yandırdı. Oğlan qoyunu ocağın qırağına yıxıb kəsib soydu. Eyvaz əmi yorğana bürünüb onunla yanaşı yatmış Zərəfşanı ustufca tərpədib oyatdı. Zərəfşan dikəlib əvvəlcə zəif, tutqun işıq salan fənərə. Sonra da ocağın qırağında şamxalın doğradığı qoyuna baxdı
və heç bir söz demədən durub alaçığın yuxarı tərəfindən bir məcməyi gətirərək qoydu oğlanın yanına. Eyvaz əmi qədim diaqonal paltosunu yerin içində çiyninə salıb ocağı maşı ilə içdi. Mal təzəyinin, qoyun qığının axşamdan qalmış közü külün altından işıldayırdı. Eyvaz əmi ocağa qurumuş qoyun qığı və təzək yığıb üfürdü. Təzək ot tutaraq yavaş-yavaş közərməyə başladı. Zərəfşan sükut içində ağ qalaylı mis qazanı ocağın üstünə qoydu və eyni sükut içində doğranmış əti tökdü qazana. Yaylaqda komalar bir-birinə yaxın tikilir. Əgər bu əhvalat gündüz olsaydı, qonşular görə bilərdilər. Eyvaz əmi ağac qaşıqla qazanı tez-tez qarışdırırdı. Bozartma hazır olandan sonra Zərəfşan daş kimi yatmış 2 kiçik oğlunu, sonra da Sərvinazı oyatdı. Oyanıb ət iyi alan kimi uşaqların yuxusu qaçdı. Sərvinaz isə mən istəmirəm deyib təzədən yatdı. Sərvinaz bildi ki, bu ət hardandı. Sərvinaz az qala Ərşadın başını kəsməyə hazır idi. Ərşad o cür gözəl, incə-mincə oğlanı xəngəl kimi doğramışdı. Sərvinaz təzdən yorğana bürünüb uzansa da, daha gözünə yuxu getmədi. Ərşad kimi tanrısızın gətirdiyi qoyunun ətini Sərvinaz dilinə də vurmazdı. Yazıq oğlan, görəsən indi necədir? Həkim deyib ki, sağalacaq. Qabağında ölüm Nuru, görürsənmi? Bu ciyəri yanmamış Ərşad necə insafsızdır. Heç sənin kimi oğlana da qıyardılar. Bilirəm, o mənim üstümdə səni heylə eləyib. Mən ölsəm də, qalsam da səninəm. Tez ol, sağal, apar məni. Görüz şəhərindən gətirilən həkim hacının böyük alaçığında Nurunun yanında qalıb gecə-gündüz müalicə edirdi. Nurunun yaraları da yaylağın təmiz havasında sürətlə sağalırdı. Sərvinaz hər gün bulaqda Nurunun bacısı ilə görüşüb, yaralının halından əhval tuturdu. İndi Nurunun adı gələndə Sərvinazın ürəyi elə bir nazilib bir tikə olurdu. Qız şirin-şirin ağlamaq istəyirdi. Səhərdən axşamacan öz alaçıqlarının qapısında hərlənirdi. Bilirdi ki, Nuru yatdığı alaçıqdan onu görür. Bacısı demişdi ki, qardaşım qoşa balınca söykənib, eyzən sizə tərəf baxır. Sərvinaz da kövrəlib demişdi. Qardaşına qurban olum. Bacısı da Nuruya xəbər vermişdi ki, Sərvinaz bir könüldən 1000 könülə sənə bənd olub. Sərvinaz qızlarla güney dərəyə dovğa pencəri yığmağa gedəndə, Nurunun bacısı Xampəri xəlvətcə ona balaca bir şəkil verdi. Qız şəkilə baxıb, ay Allah, deyə içini çəkdi. Kibrit qutusu boyda şəkildən Nuru ona baxıb gülümsəyirdi. Bu necə gözəl oğlandı. Necə qəşəng geyinib. Sərvinaz şəkili öpüb qoydu qoynuna. Riqqətindən gözləri yaşardı. Qardaşına de ki, 2 dünya biri olsa, biri də heç, ona gedəcəm. Eyvaz əmi Mustafa oğlunu, Burcalı kişini götürüb getdi Hacı Tanrıverdinin alaçığına. İtlər hürüşdü. Hacı alaçığın qapısına çıxıb, ay şax, dedi. İtin qabağına durun. Oğlu Fərhad atasının sözünü eşitməzliyə vurub alaçığın dalına keçdi. Çünki Ərşadın dayısı Eyvazı görəndə qardaşı saradan dişi bağırsağını kəsirdi. Kinini saxlaya bilmirdi. Cavan bir nökər yüyürüb itləri tutdu. Gələnlər hacıya yaxınlaşıb salam verdilər. Hacı təmkinlə, əleykəs salam, deyə əli ilə işarə etdi ki, qonaqlar alaçığa buyursunlar. Hamısı keçib keçələrin üstünə salınmış döşəkçələrdə əyləşdilər. Nökəri çay gətirdi. Hacı qonaqlı qaralı adam olduğu üçün iri ağ samavarı həmişə qaynanmış olurdu. Yorusdan 2 tay kömür, Şuşadan çoxlu qənd çay gətirmişdi. Bizim tərəkəmədə o vaxt çay nadir şey idi. Ona görə də qonağa əvvəlcə çay vermək böyük hörmət hesab olunurdu. Qonaqlar xeyli müddət sükut içində oturdular. Sonra sarı saqqal, sarıbıq Mustafa oğlu dedi. Ay hacı, özün dünya görmüş adamsan. İşdi olub. Şükür Allaha, Nuru da yaxşıdır. Nuru artıq durub gəzirdi. Tapdığın oğlunu bağışla getsin. Burcalı kişi qəlyanını ağzından götürərək əlavə etdi. Allah özü də bağışlamaq tərəfdarıdır. Mustafa oğlu dedi. Atalar deyib, ziyanlığın yarısından, Eyvaz əmi, ay hacı, dedi. Ərşad mənim bacım oğludur. Mən onun ağsaqqalıyam. Yəqin məsələdir ki, pisinə də, yaxşısına da cavab deyəm. Yəni, o sabah durub bir adam vurub öldürsə, qan sahibinin əlinə düşsəm, məni sağ buraxmaz. Ona görə sənin yanında da üzü qarayam. Hacı sakit halda cavab verdi. O sözlər artıqdır Eyvaz. Vaxta ki bu qapıya gəlmisiniz, qurtarıb. Burcalı kişi dedi. Bu qapıya gələn boş qayıtmaz. Mustafa oğlu əlavə etdi. Allah oğlanlarını saxlasın hacı. Bu vaxt ağsaqqalları təəccübə salan bir hadisə oldu. Nuru başı açıq. Pencəyə çiynində içəri girib salam verərək aşağı başda oturandan sonra gülümsəyib dedi.
Eyvaz əmi, siz narahat olmayın. Ərşada da deyin ki, mən ondan inciməmişəm. Bizlərdə belə şeylər olar. Mən göydən gəlməmişəm ki, bu obadanam. Mən onu da bilirəm ki, əgər Ərşad o vaxt istəsəydi, məni öldürərdi. Yaralı buraxmazdı. Cavan oğlandı. Acığı tutub eləyib. Bu 4 dünya görmüş tərəkəmə ömürlərində birinci dəfə idi ki, belə hala rast gəlirdilər. 21 yaşında cavan oğlan onu atdan salıb xar eləyərək neçə yerindən çapan adamı bağışlasın? Onun haqqında bu cür gülə-gülə danışsın? Bu dünyasında görünməmiş bir iş idi. Özü də hacı kimi varlı, arxalı bir adamın oğlunda. Amma ağsaqqallar onu da gördülər ki, qapıda hərlənən, onlar gələndə itin qabağına durmayan, onlara salam verməyən Fərhadın mısmırığı göylə gedir. Ancaq qələtilər. Böyüklər barışandan sonra qoy kiçiklər farahat otursunlar yerlərində. Gülgəzin necə hörmətcil arvad olduğu bütün mahalda məşhur idi. Vaxtda ki, Eyvaz kişi özü ağsaqqalları götürüb qapıya gəlib, Allaha min şükür. Vaxtda ki, Nuru da yaxşı olub qalxıb ayağa, əhvalatın üstündən keçmək olar. Gülgəz dərhal əmlik bir quzu kəstirib ləzzətli yemək hazırladı. İçinə istiyot, sarı kök, darçın vurdu. Gülgəzin yadındaydı ki, Eyvaz ədva vurulan xörəyi yaman xoşlayırdı. Qonaqlar yedilər. Sonra yenə də çay içib getdilər. Hacı qohum əqrabasındakı cavanları çağırıb dedi. Vaxtda ki, qapıya gəldilər, tay işiniz yoxdur. Küsüz adda saxlamayın. Gülgəz də əlavə etdi ki, qoya cin vurmuş Ərşad qurban olsun Nuruya. Ancaq Fərhad kənarda gəzib yaxın gəlmirdi. Gülgəz ərinə pıçıldadı ki, hacı, çağır, onun başına ağıl qoy, dinc oturmayacaq. Hacı da Nurudan 2 yaş kiçik, uzun, nazik, sarıbəniz bir oğlan olan Fərhadı çağırıb dedi. Kərbəlayı İbixan uşağı ilə işin yoxdur. Bugün sabah qızları evimizdə gəlin olacaq. Fərhad birdən-birə özündən çıxdı. Əşşi, dedi, qızları evimizdə gəlin olacaq deyin, cəmaatın içində bizi yerə soxsunlar. Hacı təmkinlə təkrar etdi. Qapıya gələnin boynu qıldı. Qıldan da nazikdi. Fərhad ürəyində razılaşmasa da, atası ilə söz güləşdirmədi. Nuru da onu kənara çəkib gülə-gülə dedi. Qaqaş, biz kvit olduq Ərşadla. Necə yəni kvit? Mən ona eləmişdim, o da mənə elədi. Sən ona neyləmişdin? Gicgahından bir yumruq ilişdirmişdim. Yıxılıb özündən getmişdi. Nə vaxt? Aranda. Mən qış tətilinə gələndə. Nə üstə vurmuşdun? Qabağımı kəsib çomaqla başımı bir tərləmək istəyirdi. Bəs sənin ona necə gücün çatdı? Canavar şeydir. Əlində çomaq olandan sonra ona yaxın düşmək olmaz. Yəni lap yıxılıb özündən getdi? Bəli. Bəs cıdırda niyə heylə elədin? Mən eləmədim, o elədi. Nuru bəkdən güldü. Sonra, bilirsən qaqaş, dedi. Əgər mən bilsəydim ki, onun heylə bir fikri var, girəvə verməzdim. Tanıyıram onu. Quduz canavar kimi qəfil qapandı. Nuru yenə güldü və onun Ərşada bu cür münasibəti çox təəccüblü gəldi Fərhada. Yaxşı, ay tanrısız, dedi. Ərşad indi girinə düşsə, heç nə eləməzsən? Nə üçün eləyim? Bəs barışmadıq? Yeri düşsə, mən onu salamat buraxmayacam. Heylə şey eləmə. Atam bağışladı. Mən bağışlayıram. Demək sən də bağışlamalısan. Şəhər səni xarab eləyib. Lap məktəb uşağı olmusan. Mən bu çoranı onda qoya bilmərəm. Cəmaatın içində mənim nişanlı qardaşımı çəkib atdan salsın, sonra da qoyun kimi doğrasın. Nuru bəkdən güldü. Qaqaş, sən elə danışırsan ki, mən də az qalıram gedib Ərşadla təzədən vuruşam. Sən durub lütün biri ilə döş-döşə gələcəksən? Əvvəla qaqaş, bilirsən ki, indi şura hökumətidir. Yəni, elə lütlərin hökumətidir. İkincisi də, bugün sabah kollektivləşmə olacaq. Bütün təsərrüfatlar birləşəcək. Onda səninlə Ərşadın da bir təfavütü olmayacaq. Heylə şey olmaz, boş sözdür. Heylə şey olmağa başlayıb. Azərbaycanın neçə yerində bu saat kolxoz qurulub. Atama deyirəm, bu sürüləri sat-sov, sizi aparın Bakıya. Orada yaxşı ev-eşik düzəldərik, ağlına batmır. Ay tanrısız, kişinin ağlına nə cür batsın? Bakıda zatda bizim nə işimiz var? Kişi zəhmət çəkib, dövlət qazanıb. Onsuz da nə qədər qoyun quzu satıb vermişik vergiyə. Atam indi qulaq asmır, amma sonra peşman olacaq. Sinfi mübarizə günü-gündən şiddətlənir. Hökumət isə bu mübarizədə həmin sən dediyin lütlərin tərəfindədir. Sən də, atam da belə şeyləri başa düşmürsünüz. Heç olmazsa kasıb-küsubu özünüzdən incik salmayın. Sabah qabaqlarında dura bilməzsiniz. Sırağa gün İmamverdi kişinin 5-10 qoyunu bizim qoruğa girib deyə, onun oğlunu o cür basıb döymüsən. Yaxşı eləmişəm. Biz bir ətək pul verib yataq almışıq ki, cındırından cin ürkən İmamverdinin qoyunu otlasın. Qaqaş, səninlə nə danışasan? Dünyadan xəbərin yoxdur.
Dünyadan xəbəri olmayan Ərşad da elə hey Sərvinazı aparmaq barədə fikirləşirdi. Dünyada Sərvinazdan başqa ayrı bir dərdi yox idi. Daha bilmirdi ki, gözəl dayısı qızı bu saat ancaq həmin arıq tazıya oxşayan Nuriyə aşiqdir. Nurunu elə doğradığı üçün Ərşadı dişi ilə didməyə hazırdı. Lap elə dişi ilə didməyə. Çünki Nurunun barəsində fikirləşəndə riqqətə gəlirdi. Məhəbbətdən gözləri yaşarırdı. Ürəyi qübar eləyib pərvazlanırdı. Amma elli kürək, yanaqlarından qan daman, gözləri alışıb yanan Ərşadı görəndə qanı cuşa gəlirdi. İstəyirdi onu ditsin, parçalasın. Ərşadın onu basmarlayıb o cür yanıqlı öpməsi yadından çıxmırdı. Gecələr yerinə od doldurub yuxusunu qaçırırdı. Ərşad eşidirdi ki, hardasa kasıblarla dövlətlilərin varını bir yerə qatıblar. Deyirdilər güya hər yerdə belə olacaq. Bu Kürdobada da elə bir şey eləsəydilər nə olardı? Əlbəttə, Ərşad paxıl oğlan deyildi. Ancaq Sərvinazı istəyən Nuru kimi oğlanın ondan dövlətli olması şəxsiyyətinə toxunurdu. Nurunun haqqında deyirdilər, zarafat deyil, Hacı Tanrıverdinin oğludur. Amma Ərşadın haqqında deyirdilər, o taylı yalancı Seyidin oğludur. Atasının əsli kökü də məlum deyil. Ancaq eybi yoxdur. Cıdırda Ərşad da göstərdi ki, analar necə oğullar doğub. Deyir, dədənlə dədəmi deyincə, özünlə özümü de. Sonra qaranlıq, dumanlı gecələrdə qara oğurluğa gedib, hər dəfə Hacının ağılından saz bir qoyun apararaq Sərvinazı yedirtməsi Ərşada xüsusi ləzzət verirdi. Qışlaqda qonşu olduqları üçün Hacının itləri Ərşadı tanıyırdı. Ona görə də qoyunun oğurlanmağına çobanlar ancaq gündüz, sürünü haylayanda duyuq düşürdülər. Hacının tayfası böyük idi, dəli dolu cavanlar çox idi. Ona görə də, baxmayaraq ki, barışıq olmuşdu, Ərşad sərvatlığı əldən qoymurdu. Oğurluq bir qoyuna təhlə elindən bir naqan tapanca alıb, qardaşı Əliyə verərək, dedi, ayıq ol. Hacı uşağından oyan-buyan eləyən olsa, çax başına. Qudurğan köpək uşağıdır, onlara etibar eləmək olmaz. Biraz dörd ayaqlıları artıq da deyin, havaları göylə gedir. Tay demirlər ki, biz də Kərbəlayı Əsədin qardaşı oğlanlarıyıq. Bizim də açılanımıza qatıq dolmayıb. Cavanların başı iş-gücə qarışanda Gülgəz alaçıqda Hacıya dedi, əşi, oğlunun nə qədər dilə tuturam, ipə sapa yatmır. Nə deyir? Elə əvvəlki sözləri deyib durur. Deyir, qızın hələ yaşı azdır. Sonra deyir, mən məktəbi qutarmayınca toy eləməyəcəm. Hacı xeyli susub acıqla dedi. Əyyəm xarab olub. Tay böyüyün sözünü vecinə alan yoxdur. Bəs ağlı kəsmir ki, Eyvazın bacısı oğlu Dələduzun biridir. Heç onunla Eyvaz özü də bacarmır. Bir də gördün gecənin birində qızı götürüb getdi. Bunu da dedim. Sağ olmuş elə hər şeyi zarafata salır. Gülüb deyir ki, qız məni istəyirsə, heç kimə getməz. Hacı lap dilxor oldu. Başa düşmürəm, dedi. Sənin bu oğlun maymaqlıqda kimə oxşayıb? Ay hacı, heylə niyə deyirsən? O cür oğlan maymaq niyə olur? Maymaq olmasa, heylə söz danışmaz. Niyə soruşmurdun ki, kimdir qızın nazı ilə oynayan? Bəyəm tapdığın oğlu onu götürüb gedəndə soruşacaq ki, kimi istəyirsən? Onu da dedim. Cavabı bu oldu ki, Zaksda soruşacaqlar. Deyirəm, ay balam, bəyəm Zaksa Sərvinazın özünü aparacaqlar? Nə çox tayvalarında 18 yaşında gəlin xeylağı. Digər ki, kimə deyirsən? Deməli, gedib 3 gün şəhərdə oxuyub deyin, Kürdoba gözündə fitilbörk olub. O gədə qızı götürüb qaçar, el içində biyabır olaraq. Niyə başa düşmür? Bəlkə çağırıb bir özündə danışasan. Rəhmətliyin qızı, deyəsən sənin də ağlın onunki kimi çaşıb. Mən dağdan ağır kişi, uşaqla ər-arvad söhbət açacağam. Qərəz, Gülgəz nə qədər dil tökdüsə də, Nuru razı olmayıb getdi Bakıya. Gedəndən qabaq Sərvinaza bu məzmunda bir məktub yazdı. Qəşəng, gözəl Sərvinaz. Mənim tətilim qurtardığı üçün getdim Bakıya. Oradan sənə məktub yazacağam. Sənin ərə getmək vaxtına hələ 3 il var. Ona görə də yaxşı fikirləş. Tələsmə. Ola bilər ki, indi xoşuna gələn bir oğlan 2-3 ildən sonra xoşuna gəlməsin. Amma nə yaxşı olardı ki, sən oxuyaydın. Ata-analarımıza ağlın getməsin. İndi dünya başqadır. Sən mənim xoşuma gəlirsən. İstəyirəm səni. Əgər gözləyə bilsən, əlbəttə biz evlənərik. Hələlik bu qədər. Ay Kürdobanın gözəli. Nurunun bacısı Xampəri məktubu Sərvinaza oxuyanda qız içini çəkib oy dedi. 3 il. Sonra küstü. Az, sənin bu qardaşı nə cür oğlandı? Başqa oğlanlar istəyirlər ki, nişanlıları lap 14 yaşına çatanda götürüb getsinlər. Bu da istəyir ki, nişanlısı qocalıb evdə un çuvalına tay olsun. Bacı, sən yaz ki, Sərvinaz deyir, mən ciyəz təzədən oturub 3 il gözləyə bilmərəm.
Heç məni qoyarlar o vaxtacan dinc oturam. Yaz ki, o dirək, mamam oğlu Ərşad qızmış ayğır kimi qapı bacamızdan əl çəkmir. Bir də gördüm basmarlayıb apardı. Ondan sonra kim məni onun əlindən ala bilər? Yaz ki, amma mənim ürəyim səndədir. Yaz ki, qurban olum Nuru, 3 il nədir? Lap 1 ayda çoxdur. Tez ol, gəl məni apar. Nişanlını gözü yolda qoyma. Ərşad eşitdi ki, Nuru qayıdıb Bakıya. Elə bil üstündən bir dağ götürüldü. Ancaq nə qədər çalışırdısa da, dayısı Eyvazın kələyindən baş aça bilmirdi. Bacısı Narangülü hey xəlvətə çəkib az deyirdi. Ay tanrısız, siz də mənim başımın altına yastıq qoyursunuz ki, səbr elə. Dayımın fikri sənsən. İndi ki qızı mənə vermək istəyir, bəs niyə hacı uşağı ilə haqq hesabı kəsmir? Hacının evindən hey daşlanıb gələn əti, qaymağı, motalı niyə geri qaytarmır? Nəyi gözləyir axı bu tanrısız? Bacısı elə hey təkrar eləyib dururdu ki, dayımız vəzir kimi adamdır. Yəqin elə eləmək istəyir ki, təhərlə olsun. Ərşad da hirslənib deyirdi ki, bəs nə vaxt? Dəvənin quyruğu yerə dəyəndə? Vəzir də ay arası, gün arası qalmışdı. Nə hacıdan əl çəkirdi, nə də bacısı oğlundan. Ən əsası da bu idi ki, Ərşaddan ehtiyat edirdi. İnanırdı ki, öldürər. Əgər qorxmasaydı, hacıya deyərdi. İndi ki, oğlun istəyir qız 17-18 yaşına çatsın, aparın gəlinizi, öz evinizdə gözləsin. Oğlu ilə Ərşadın əhvalatına baxmayaraq, hacının nişanı pozmamasının gizlin bir səbəbi də var idi. Hacı bilirdi ki, bu işlərin axırı necə olacaq? Hacı görürdü ki, varlıların işi getdikcə xarablaşır. Vergi artır. Hətta bəzi yerlərdə bütün bir kənd, bir oba var-yoxunu qatıb bir yerə. İndi hacının həmişə özünü ağırbaşlı, ağsaqqal kimi aparmağı da yadından çıxmışdı. Bilmirdi neynəsin. Bir söz deməsə də, ürəyində bərk narahatlıq keçirirdi. Əvvəllər fikirləşirdi ki, əşi, hökumətin onunla işi olmaz. Hamı bilir ki, Hacı Tanrıverdi bu dövləti ona buna çobanlıqla qazanıb. Elə indinin özündə də heç öz çobanlarından az zəhmət çəkmir. Ancaq gördü ki, xeyir. Hacının səsinə də bağladılar. Soruşdu ki, yəni bu nə deməkdir? Nuru ona başa saldı ki, bu o deməkdir ki, sən kulaqsan. Yəni, yeni quruluşun düşmənisən. Hacı təəccüb elədi. Bala, mən şuranın düşməni niyə oluram? Bəyəm şura zəhmətkeşlərin hökuməti deyil? Nuru da dedi, yox, sənin kimi zəhmətkeşlərin hökuməti deyil. Hacı yenə də eyni təəccüblə soruşdu. Niyə? Mən neynəmişəm ki? Şuranın fikrincə, sən daha zəhmətkeşlikdən çıxıb istismarçı olmusan. Yəni, başqalarının zəhmətindən istifadə eləyirsən, ağa olmusan. Mən ağa? Hacı yana-yana gülüb başını buladı. Sən görmürsən ki, mənim gecə də əynimdən paltar çıxmır? Səhərdən axşamacan o sürülərin içində əlləşirəm. Nuru gördü ki, atasını başa salmaq çətindir. Ona görə də qısa cavab verdi ki, bunun dəxli yoxdur ata. Sən kulaqsan, biz də kulaq oğlanları. Hacı dedi, yaxşı, tutaq ki, mən düşmənəm, kulaqam. Bəs sizin nə təqsiriniz var? Nuru acı-acı gülüb dedi, bizim də təqsirimiz odur ki, sənin oğlunuq. Hacı key kimi baxıb daha deməyə söz tapmadı. Sonra hacı onu da fikirləşdi ki, bu vəziyyətdə yenə qohumluğa Eyvaz məsləhətdir. Hökumətdə Surxay kimi adamı var. Rayondan gələn hökumət adamları Eyvazın evinə düşür. Hacının arvadı Gülgəz də məhz Eyvaza görə istəyirdi ki, Sərvinaz oğluna gəlsin. Hər dəfə Eyvazı görəndə yarası qövr eləyirdi. Böyük oğlunun 21 yaşı olmasına baxmayaraq, Gülgəz lap təzə gəlin oxşayırdı. Yanaqları qıpqırmızı, saçları şəvə kimi qapqara. Axı niyə də olmasın? Hacıya gələndə 14-ü təzəcə bitirmişdi. Amma hacının yaşı 30-u keçmişdi. O vaxt Gülgəz də Sərvinaz kimi alışıb yanırdı. Oba cavanları ona eşitdirmək üçün çöldə bayırda oxuyurdular. Uca dağlar, qarlı dağlar başında. Bir yar sevdim, 14-15 yaşında. Amma o Eyvaz əmiyə aşiq idi. Eyvaz əmi elə indi də öz taytuşları arasında ən yaraşıqlı kişi idi. Görəsən bu tanrısız Hacı Əlverdinin öcəy qızı Zərəfşanda nə görmüşdü? Boy bir qarış, döşləri sələ kimi. Sifəti də ilana ağı verən oxşayır. Yazıq Eyvaz. Ondan nə ləzzət alırsan? Mənim kimi canı qoydun, getdin onun qoynuna girdin. Allahın biş düşünü də bilmir. Şəhərdən qonaq gələndə yazıq Eyvazın evində çoban bozatmasından başqa ayrı bir xörək görmür. Deyirlər Zərəfşanın o ifritə anası kişiyə cadu yazdırıb. And içirlər ki, Qara Mollaya 2 saz öyəc verib. Yoxsa Eyvaz kimi oğlan o yerə girmişin nəyinə bənd olmuşdu? Bəs niyə indi Eyvaz onu görəndə bu cür olur? Cadunun təsiri keçib gedib ona görə? Ancaq xeyir.
Keçmiş ola. Gülgəz kişi qızıdır. Nuru kimi, Fərhad kimi oğullar anasıdır. Hacı da dağdan ağır kişidir. Yox, yox, Gülgəz ərinə xəyanət eləməz. Nahaq yerə ona baxanda Eyvazın gözü başı qaynaşır. Elə şey ola bilməz. Qoy Eyvaz öz əməlindən küssün. Amma nə olursa olsun, Gülgəz istəyirdi ki, oğlu məhz Eyvazın qızını alsın. Bütün başqa mülahizələri olmasaydı belə, yenə Eyvaz da istəyirdi qızı məhz Gülgəzin oğluna getsin. Elə bil ki, bu onların hər ikisinin mənasını özlərinin də başa düşmədikləri ruhi bir tələb idi. Elə bil ki, onlar bütün ömürləri boyu bir-birlərinə yad olmaq istəmirdilər. Ərşad da gözəl Səmənd Madiyana güllə atarmış. Avqustun axırlarında el tərpənib köçdü arana. Hacı Tanrıverdi cavan, yorğa Madiyanı yəhərlədib göndərdi Eyvaz əmigilə ki, Sərvinaz bu atla getsin arana. Eyvaz əminin 2 mini yatı vardı ki, onun da birini özü, birini də Şamxal minirdi. Ona görə də dəvələri yükləyəndən sonra birinin üstündə də Sərvinaz əyləşirdi. Amma dövlətli tərəkəmələrdə cavan qadınlar yəhərli madyanlarda gedirdilər. Sərvinaz bu işə yaman sevindi. Birinci ona görə şad oldu ki, yəhəri gümüş sinəbəndli bu gözəl madyan onun üçün Nurugildən gəlmişdi. İndi Nurunun adı gələndə qızın ürəyi əsirdi. Nuruya aid hər şey Sərvinaz üçün dünyalar qədər əziz idi. İkinci ona görə şad oldu ki, Sərvinaz da o biri varlıların qız gəlini kimi bu cür yaraşıqlı ata gedəcəkdi. Ərşad bu əhvalatı eşidəndə bacısının vasitəsilə dayısına sifariş göndərdi ki, atı qaytarsın geri. Eyvaz əmi də ürəyində Ərşadın ata tərəfdən 7 arxa dönənini söyüb çölə tökdüsə də, üzdə hiylə işlətdi. Az, dedi, sən bu qanmaz qardaşını başa sal ki, at məsələsinə fikir verməsin. Nə cür demişəm, o cür də olacaq. Qız gümüş sinəbəndli Səmənd Madiyanın üstündə gedəndə Ərşadı uzaqdan, çomağını çiyninə qoyub, iri boz köpəyi ilə yanaşı qoyunun dalınca yeriyən görüb heç vecinə dalmadı. Cin vurdu Ərşadın başına. Az qaldı yürüb xəncəri soxsun Madiyanın böyrünə. Ərşadın sürüsü köç düşən yerdən xeyli aralı, boz bir qayanın kölgəsində yatışıb dincəlirdi. Ərşad yapıncısı filanı yüklənən atın belinə qoyduğu 3 atılanı və patrondaşı açıb çıxardı. Qaşqa ürgəni yəhərləyib qol bənd elədi. Kiçik qardaşı soruşdu. Qağa, hara hazırlaşırsan? Ərşad dedi. Sən tapancanı hazır saxla. Üstümüzə yeriyən olsa, bəlkə sən də atmalı oldun. Sonra sürünü qaldırıb keçirdi qayanın o biri tərəfinə. Əli ilə dedi ki, sən deyən burada, sürünün yanında. Sonra özü qayanın üstünə qalxıb, dayısıgilin köçündən biraz aralıda otlayan gözəl Madiyanın düz ortasını nişan aldı. Ancaq tətiyi çəkməyə əli gəlmədi. Düşmən atı da olsa heyfi gəldi. Ancaq Sərvinazın onun üstündə özünü necə əda ilə tutmağı gözünün qabağına gələndə, yenə də haldan təbdən çıxdı. Madiyanın ortasını deyil, dal ayağını nişan alıb atdı. Madiyan sıçradı. Axsiya-axsiya biraz gedib dayandı. Köç adamları bir-birinə dəydi. Eyvaz əmi hövlnak yerindən qalxaraq, aralıda ayağının birini yerə qoymayan atı görüb məsələni anladı. Lakin başqa adamlar güllənin hardan və kim tərəfindən atıldığını tapa bilmirdilər. Eyvaz əmi də papiros bükə-bükə oğluna, arvadına tapşırdı ki, heç kəsə bir söz deməsinlər. Hay getdi Hacı Tanrıverdinin köçünə. Bir də gördülər ki, Hacının ortancıl oğlu Fərhad çılpaq atın üstündə budu gəldi və atdan düşməyərək Madiyana baxıb soruşdu. Bunu kim elədi, ay əmi? Eyvaz əmi müşdüyündən bir nəfəs tüstü alıb buraxaraq sakit halda cavab verdi. Başa düşmədim bala, güllə çox uzaqdan atıldı. Bir qədər susduqdan sonra əlavə etdi. Bəlkə də havai güllə idi. Bu günün günorta çağı heç kəs cəsarət eləyib bura güllə ata bilməz. Fərhad dedi. Əşi, Eyvaz əmi, havai güllə bu qədər adamın, heyvanın içində elə gəlib biz göndərən atı tapdı. Ayrı nə ola bilər? Güllə ha tərəfdən atıldı. Dürüst deyə bilmərəm, ancaq deyəsən bu tərəfdən atıldı, deyə Eyvaz əmi tamam əks cəhəti göstərdi. Hirsindən bənizi ağappaq olub yelmar ilan kimi yalmanan Fərhad atını çapıb gedəndən sonra Eyvaz əmi bacısı oğlunun ata tərəfdən bütün 7 arxa dönənini söyüb tökdü çölə. Bir dəli şeytan deyir, get bu köpək oğlunu bastır qoduqluğa, cəhənnəm olub getsin. Yenə də dost düşmən kəsir qabağımı. O biri tayfada da Fərhad və əmsi oğlanları gizlədikləri tüfəngləri çıxararaq gedib Madiyanı vuranı axtarmaq istədikdə Hacı qoymadı. Əvvəla dedi, Madiyanı vuran orada dayanıb gözləmir ki, siz də gedib onu görəsiz. İkincisi, Madiyanı bizim qapıda vurmayıblar. Çox da, deyə Fərhad özündən çıxdı. Bu xalis bizə sataşmaqdır.
Yoxsa niyə Eyvaz əminin özünün heyvanını atmırdılar? Hacı özü də bu məsələni hərə bir tərəfə çıxara bilmədiyi üçün təmkinlə dedi. Tələsməyin, hər halda atan tapılacaq. Ancaq hacının şübhəsi qalmırdı ki, Madyanın vurulmağı, erkəklərin 2 dəfə gecə qaytarılıb təkrar onun öz ağılına salınması, sonra Ərşadın Nuriyə o cür əl qaldırması Ərşadın əməlidir. Dünənə qədər ona buna çobanlıq eləyən gədənin onunla tərəziyə girməsi əlbəttə hacıya ağır gəlirdi. Düzdür, anası Eyvazın bacısıdır. Kərbəlayı İbixanın nəvəsidir. Amma kim bilir, atası o tayda nə yuvanın quşuymuş. Ərşadı ortadan götürmək hacı üçün çətin iş deyildi. Lap araya qanlılıq da düşsə, hacı o təhqirlərin qarşısında bundan keçməzdi. Ancaq hacı istəyirdi ki, nə olursa olsun Eyvazla, Surxa ilə qohumluğu baş tutsun. Ondan sonra Ərşad heç bir qələt eləyə bilməzdi. Hacı bu qərara gəldi ki, əgər Madyanı o vurmuş olsa da açıb ağartmasın. Səbr etmək lazımdır. Kollektiv təsərrüfat haqqındakı söhbətlər getdikcə artırdı. Eyzən xəbər gəlirdi ki, filan dövlətli tərəkəmiyə bu qədər vergi gəlib. Filan yerdə kolxoz qurulub. Hacı bütün bu işlərin aqibətini gözləyirdi. Özü də nə eləyəcəyini bilmirdi. Ərşad vurub şikəst elədiyi Madyanı hər dəfə axsayan görəndə üzünü o yana çevirirdi. O gözəl Madyanın, düşmən heyvanı olsa da bu hala düşməyinə baxa bilmirdi. Ürəyində bütün günahı Nurunun üstünə töküb fikirləşirdi ki, o köpək oğlu dayısı qızına müştəri çıxmasaydı, Ərşad da yazıq heyvanı bu cür eləməzdi. Keçmə bu Eyvaz dayısının da tamahgirliyindən. Dünyanı yığıb verəsən, doydum deməz. El-obanın içində qızı mindirir hacının atına. Tay demir ki, axı bu bacım oğlu da cavandı. Tay tuşu, dost düşməni var. Nurigildən gələn atın belinə qalxanda Sərvinaz elə bilmişdi ki, bütün dünyanı ona bağışladılar. İndi Ərşadın beli eləməsi qızı yandırıb yaxdı. Gendən-genə ona qarxıyıb dedi. Səni görüm o Səmənd Madyan kimi gülliyə gələsən. Ancaq dərhalda bu qədər kəskin deməyinə peşman olub əlavə etdi. Qoy bara əstəğfurullah deyim, yazıqsan. Atın vurulmağa qızın Nuriyə olan həsrətini artırdı. Sərvinaz üçün Bakı dünyanın o başı idi. Boynuna qurban olum, Aynuru, deyirdi. Sən indi o qəriblikdə neynirsən? Heç bilirsən mənim bu mamam oğlu gülliyə gəlməmiş necə zalımdır? Axı, niyə sən məni götürüb getmədin? Gözəl Sərvinaz belə düşünürdü. Amma Ərşadı görəndə də gülümsəməkdən özünü saxlaya bilmirdi. Ərşadın biraz qıyıq qara gözlərinin iti baxışı altında bədəni cuşa gəlirdi. Ərşadın onu vəhşi kimi necə basmarlayıb öpdüyünü xatırlayıb təkrar gülümsəyirdi. Bir tərəfdən də Ərşadı qızın bu hərəkəti yandırıb tökürdü. Ürəyində, ay tanrısız deyirdi. İndi ki məni görəndə çiçəyin çırtlayır. Bəs niyə Nurunun üzüyünü barmağında gəzdirirsən? Niyə onun atına minirsən? İçimizə də getməyəcəksən ki. Sən ölməyəsən, bu arvad tayfasının gərək ətini şişə çəkəsən. Ancaq bu acığı onun Sərvinaza olan eşqini, həvəsini daha da artırırdı. Göç arana tərəf hərəkət etdikcə, Ərşad da yalquzaq canavar tək gündüzlər kənara gedir. Sərvaxtlığını unutmurdu. Yenə də yol uzunu başqa sürülərdən girəvəliyib xəlvətcə öz sürüsünə qatdığı qoyunları gecələr kəsib ötürürdü dayısıgilin köçünə. Eyvaz əmi də yəqin məsələdir ki, bacısı oğlunun bu qayğısından çox razı qalırdı. Göydə ulduzu çağırırdı. Köç üzü enişə, arana gedirdi. Üstündə arvadlar, qız gəlinlər mürgüləyən dəvələr bir-birinin ardınca aramla gedirdilər. Və onlar yeridikcə sinəbəndlərindən, boyunlarından asılan zınqırovlar aramla səslənirdi. Köçün qabağında atlı kişilər gedirdilər. Onlardan bəziləri atın üstündə mürgüləyir, bəziləri içibir, üçbir söhbət edirdilər. Ərşadgilin sürüsünün dalınca əl gəlirdi. Ərşad özü isə adəti xilafına bu dəfə atla gedirdi. Ancaq atlılara qarışmırdı. Çünki Hacı Tanrıverdinin oğlunu, qohumlarını gözləməyə gözü yox idi. O bir tərəfdən də girəviyə salıb hərdən atını Sərvinaz üstündə gedən dəvənin yanı ilə sürürdü. Bu o vaxt olurdu ki, o biri dəvələrin üstündəki arvad uşağı gecənin şirin yuxusu aparırdı. Sərvinaz pıçıltı ilə onu danlayıb, ay həyasız deyirdi. Necə qıydın o cür gözəl atı şikəst elədin? Ərşad da cavab verirdi ki, hələ bu harasıdır? Hünəri var, dayım səni mənə verməsin. Gör onda neyniyirəm. Neyniyərsən? Bir güllə dayıma, bir güllə də sənə. Ədə, necə dilin var gəlir dayın haqqında peylə deyirsən? Bəs dayımın necə insafı yol verir ki, mənim kimi bacısı oğlunu qoyub səni verir tazının birinə? Sənə qız vermək olar? Deyə Sərvinaz qaranlıqda gülümsəyərək pıçıldadı. Basıb yazıq qızın sürsümüyünü sındırarsan. Ay Səfi, səni qu quşu kimi əlimin üstündə gəzdirərəm.
Yağ içində böyrək kimi bəsləyərəm. Hər gün sənə əmli ət yedirdərəm. Bax, dilin olmasa qarxaquzğun basar yeyər. Bütün Qarabağ mahalı yığılsa, mənə heç nə eləyə bilməz. Bas göpa. Sərvinaz qaranlıqda xısın-xısın güldü və onun bu gülüşü də Ərşadın ağlını başından çıxardı. Az qaldı ki, qızı dəvənin üstündən çəkib qucağına alıb aparsın. Ancaq dərindən nəfəs alıb hövsələsini bastı. Ay vəfasız, neyniyim ki, Mamoğlunu yaxşı tanımamsan? Ancaq onu bil ki, mənim sözüm sözdür. Ya bu dünyada mənim olacaqsan, ya da heç kəsin. İştahanı kök saxla, deyə Sərvinaz yenə də xısın-xısın güldü. Ərşad əl atıb dəvə üstündə qızın çılpaq baldırını çimdiklədi. Oy, canın yanmasın, deyə qız qaranlıqda səsləndi. Ərşad ayaqlarını yavaşca tərpətdi və at götürülüb köşkdən çıxdı. Qoyun sürüləri yenə də haramı yataqlarına yayılmışdı. Yenə də çobanların komaları göz işlədikcə uzanıb gedən geniş düzənliyə səpələnmişdi. Komaların bayırdan yan-yörəsini torpaqla möhkəm tutdular ki, qışda içi soyuq olmasın. Ərşad yenə tez-tez qışlağa baş çəkirdi. Həftədə bir-iki dəfə gecələr dayısigil üçün ətli aparırdı. Ancaq qışlaq həyəcan içindədir. Səs yayılmışdı ki, lap bu yaxın vaxtlarda obanın bütün qoyunu, mal qarası birləşəcək. Eyvaz əmi qədim diaqonal şalvar pencəyini, atlas arxalığını, şişburun uzunboğaz çəkmələrini geyinib gümüş doqqasını bağladı. Gümüşü papağını qoydu və yazda miniyə öyrədilmiş yorğa dayı yəhərlədib içinə təzə yağ pendir, qaymaq qoyulmuş güllü xurcunu tərkinə bağladaraq minib Qarabulaq şəhərinə. Qardaşı oğlu Surxaygilə getdi ki, bütün bu danışılan əhvalatlardan dürüst bir şey öyrənsin. Surxay da ona başı saldı ki, bəli, tezliklə kollektivləşmə olasıdır. Eyvaz əmi soruşdu ki, bəs o zaman mənim kimlərinin vəziyyəti necə olacaq? Surxay dedi, sən orta kəndlisən. Orta kəndlini biz Şura hökumətinin tərəfdarı hesab edirik. Sonra Eyvaz əmi yenə də soruşdu. Hacı Tanrıverdigirin işi nə olacaq? Surxay cavab verdi ki, kulakların işi necə olacaqsa, Hacıgilinki də elə. Belə çıxır ki, yaxşı olmayacaq. Surxay yenə də dedi, ay əmi, düşməni qucaqlayıb öpməzlər ki. Sonra əlavə etdi. Tərs kimi, sən də Hacı ilə təzə-təzə qohum olursan. Yəqin ki, Nurunu da bir kulak oğlu kimi institutdan çıxaracaqlar. Eyvaz əmi təəccüblə soruşdu. Nurunun nə günahı var? Günahı odur ki, kulak oğludur. Heç nə başa düşmürəm, deyə Eyvaz əmi papiros pükdü. Və səhər tezdən Kürdobaya qayıtdı. Ərşadın bacısını çağırıb, xəlvətcə onu başa saldı ki, qoy qardaşın qızı götürüb qaçsın. Bacım oğludur. Qanı qanımdandır, keçə bilmirəm. Fikirləşirəm ki, qızı Hacının oğluna versəm, bacımın ruhu şad olmaz. Bir səhvi də eləmişdim. Atalar deyib, ziyanlığın yarısından Hacıgil də məni tələsdirib testo eləmək istəyirlər. Ona görə də qardaşına denən, nə qədər tez tərpənsə, o qədər yaxşıdır. Narıngül dedi, Allah səndən razı olsun, ay dayı. Və elə həmin gecə ata minib Haramiyə Ərşadı görməyə getdi. Sərvinaz bir dəstə qız gəlinlə Köndələn çayının üst tərəfindəki güney yamacda dovğa pencərə yığırdı. Hamısının kefi kök idi. Deyib gülürdülər, zarafat eləyirdilər. Bu il payız yağınlıq olduğundan çöl şomusu, yemlik, dağ keşnişi təzədən göyərib qalxmışdı. Qızlar torbalarını pencərlə doldurub qurtarmaq üzrə idilər ki, birdən cin dərəsi tərəfdən 3 atlı çıxıb onlara tərəf çapdı. Hamıdan qabaqda gələn Ərşadın Sərvinaza çatmağı ilə onu quş kimi qaldırıb atın üstündə qucağına almağa bir an çəkdi. Qız qışqırdı, çapaladı. Kim idi ona fikir verən? Atlılar cin dərəsini keçib üfüqdə yox oldular. Sərvinaz Ərşadın cilov tutan əlini dişləyib qanatdı. Ərşad isə tükü də tərpənmədən susub, atı dördləmə çapa-çapa daima uzaq üfüqə baxırdı. Üç atılan çiynində, patronla dolu iki kəmər də belində. İndi fələk də gəlsəydi, Sərvinazı onun əlindən ala bilməzdi. Kürəyinin eni 1 metr olan gödək Kərəm də eyzən üfüqə baxaraq susurdu. Xəncərinin eni də, yalan olmasın, bir qarış idi. Atlılar Kürdobadan bir neçə güllə mənzili uzaqlaşandan sonra Ərşad qan-tər içində olan atının başını yığdı. Sərvinaz çapalayıb qışqırıb yorulmuşdu. Ərşad yenə də dinib danışmır və hərdən qandırılıb geri baxırdı. Əmsi oğlu Dadaş atını onun yanına sürüb dedi. Afşar uzaqdır. Bəlkə Şahsevənə, bizim qonaqgilə dönək. Ərşad gözünü qabaqdan çəkməyərək sakit cavab verdi. Afşara gedəcəyik. Onlar Qarabağ tərəkəmələrindən olan Afşar obalarına çatanda artıq gün əyilmişdi. Afşarlılar ilin bütün fəsillərində keçə alaçıqlarda yaşayırdılar. Atlılar bir obanın yanında atlarının başlarını yığaraq lap ucqardakı böyük alaçığın qapısında dayandılar.
Alaçıqdan cavan bir gəlin çıxıb, az qala atlıları atdan salmaq istəyən itləri acıqlanıb qovdu. Sonra Ərşədə yaxınlaşıb dedi: "Xoş gəlmisiniz, qağa." Ərşəd cavab vermədən Sərvinazı ustufca qoydu yerə. Gəlin dərhal qızın qolundan yapışaraq apardı Alaçığın yanındakı komaya. Ərşəd yoldaşlarına dedi: "Düşün." Həmin dəqiqə başqa komalardan iki cavan oğlan çıxıb yüyürərək atların cilovlarından yapışdılar. Sonra gəlin komadan çıxıb Alaçığa işarə ilə qonaqlara dedi: "Buyurun içəri." Ərşəd soruşdu: "Bəs Şahmar hardadır?" "Çölə gedib, indi gələr." Sonra gəlin qonaqların atlarını tutan həmin cavanlara dedi: "Aparın heyvanlara arpa verin." Qonaqlar Alaçığa girib keçələrin üstündə əyləşdilər. Qonaqlara təzəcə çay vermişdilər ki, uca boylu, sarı bəniz, enli kürək bir oğlan olan Şahmar gəldi. O da qara dolaqda çoban olmuşdu. O vaxtdan Ərşadla qardaş idilər. Ancaq Şahmar Ərşaddan 3-4 yaş böyük idi. Vaxtilə bütün mahalda məşhur at və qoyun oğrusu idi. Ancaq nə qədər çalışırdılar, oğurluğunu tuta bilmirdilər. Məsələn, deyəndi ki, dünən gecə Hacı filankəsin qaçağan kəhər atını aparıblar, bilirdilər ki, Şahmarın işidir. Ancaq kim sübut eləyə bilərdi ki, atı o aparıb? Taytuşları Şahmarın oğurluqları barədə söz salıb zarafat eləyəndə, Şahmar da eyni zarafatla cavab verirdi ki, balam, hökumətiniz kulaklarla, dövlətlilərlə mübarizə aparır. Mən də bir yandan kömək eləyirəm dayına. Əgər kasıb köpək oğlunun bir çəpişinə toxunsam, məni tutub lap güllələsinlər. Ərşəd da çox həməyir, oğru olduğundan Şahmarla dostluqları yaxşı tuturdu. Çətin oğurluqlara həmişə bir yerdə getmişdilər. Bir-birinin əli itiliyinə, qorxmazlığına yaxşı bələd idilər. Şahmar da yaxşı at minən, yan-yana düzülmüş nişanı atın bərk qaçarağına dalbadal vuran, əli açıq, qonaqçıl bir oğlan olduğundan oğurluğunu lap gözü ilə görən olsaydı belə, hökumətə xəbər verməzdi. Kənar obaların dövlətlilərindən oğurlayıb gətirdiyi qoyunları, bütün oba cahalları tökülüb yeyərdilər. Ancaq indiki arvadı Güləmbərə bənd olandan sonra oğurluqdan əl çəkmişdi. Güləmbərin atası dindar adam idi. Demişdi ki, oğurluqdan and içib əl çəkməsə, mən ona qız vermərəm. Şahmar da nailac qalaraq and içib söz verdi. Evlənəndən sonra da kişi kimi sözünün üstündə durdu. Çaydan sonra qonaqlar doyunca bozatma yedilər. Ərşad qayğılı görünürdü. Şahmar dedi: Qarabala, çörəyi iştahı elə ye. Özün bilirsən ki, bir polk gəlsə, bu komaya bata bilməz. Sonra Kərəm dedi: Biz gedək. Şahmar dedi: Nə olub, dəyirmana gəlməmsiniz ki, qalın səhər gedərsiz. Dadaş dedi: Sağ ol Şahmar, qalmış can varıq. Qoyun quzu haramı da uşaq umudunadır. Gərək gedək. Oğlanlar qalxıb atlanaraq qaranlıqda yox oldular. Sonra Ərşad açıb dostuna dedi ki, düzdür, qızı atasının razılığı ilə qaçırdı. Ancaq nişanlısı tərəf quduz adamlardı. Sərvaxt olsaq yaxşıdır. Şahmar da cavab verdi ki, Qarabala, mənimlə o qədər yoldaşlıq eləmsən, amma deyən yenə də yaxşı tanımamsan. Sən yorğunsan, yıxıl yat. Ürəyini buz kimi saxla. Qızı Güləmbər özü ilə yatırdacaq. Bilirsən ki, mən ayıq yatıram. Beşatlanın da düz 3 kəmər patronu var. Ərşad soruşdu. İtlər aldanan deyil ki. Bilmirsən ki, mənim itim aldanmaz? Sonra biraz oradan buradan söhbət elədilər. Ərşad zarafat yana dedi. Deyəsən, doğrudan da abid olmuşsan. Gecələr bir yanazada çıxmırsan. Şahmar da gülümsəyib dedi. Hərdən görürsən ki, beynimin qurdu tərpənir. Amma özümü saxlayıram. Kişinin sözü bir olar. Ona sərf elədiyim vaxtı öz heyvanlarıma sərf eləyib xan kefində dolanıram. Ərşad dedi. Bəyəm iş dolanmaqdadır. Sonra elə bilirlər, aciz avaranın birisən. Adam saymırlar. Yox, indi əyyam dəyişilib. İndi görürsən, oğruya uşaqlar da pis baxırlar. Onsuz da bugün sabah hamı malını qoyacaq bir yerə. Ərşad dedi. Bəlkə onda bu dövlətli köpək oğlanlarının köpü alına. Neçə vaxtdan bəri birinci dəfə olaraq Ərşad arxayın uzanıb div yuxusuna getdi. O biri komada Sərvinaz xeyli ağladı. Çırpındı, hey təkrar etdi. O köpək oğluna deyin, bu saat məni qaytarsın obamıza. Şahmarın arvadı Güləmbər, qohum qonşudan gələn qız gəlin onu dilə tutdular. Ətli canlı göyçək bir gəlin olan Güləmbər. Niyə özünü həlak eləyirsən bacı, deyirdi. Nişanlın nər kimi oğlandı. Özü də ki, maman oğlu. Zarafatçıl bir gəlin də o birlərinə deyirdi. İndi belə atılıb düşməyinə baxmayın. Sonra oğlanın qucağında quzuya dönəcək. Amma Sərvinaz onlara qulaq asmırdı. Sərvinaz Nuru haqqında, onun məktubu haqqında düşünürdü. Və düşündükcə kövrəlirdi. Düşündükcə ürəyi, indi kim bilir, haralarda olan o oğlana daha möhkəm bağlanırdı. Qıza elə gəlirdi ki, bu dünyada onun üçün Nurudan əziz, Nurudan yaxın heç kəs yoxdur.
Sərvinaz heç vaxt o oğlanı bu qədər istəməmişdi. İndi həmişəlik ondan əlinin üzüldüyünü hiss elədikcə gözündən yaş sel kimi tökülürdü. Bütün Kürdobaya yayıldı ki, Hacı Tanrıverdi oğlunun nişanlısı Sərvinazı Ərşad götürüb qaçıb. Hacının oğlu Fərhad öz tayfalarından olan cavanları da götürüb qızı qaçıranların dalınca qaçmaq istədi. Ancaq Hacı qəzəblə qışqırıb dedi: "Lazım deyil, tapdıq oğlunun əli dəyən qız bizə." Fərhad da ömründə birinci dəfə olaraq atasının hüzurunda qızışıb özündən çıxdı. "Əşşi," dedi. "Bizi lap eləmisən arvad. Ərşad qardaşımızı doğrasın dinməyək. Atımızı vursun dinməyək. İndi də qardaşımızın nişanlısını aparıb papağını əyri qoyub gəzsin yenə dinməyək. Mən onu sağ qoysam, camaat içinə çıxa bilmərəm." Hacı bu dəfə qışqırmadı. Bu dəfə dərindən nəfəs alıb, oğlunun üzünə baxmadan yavaş səslə dedi: "Lazım deyil." "Axı niyə?" deyə Fərhad az qala hirsindən ağlayacaqmış kimi soruşdu. Hacı öz-özünə danışırmış kimi asta-asta dedi: "Ona görə ki, mən səsi bağlı bir kulakam. Biz səsimizi çıxara bilmərik. Hökumət bizi düşmən hesab eləyir." "Əşi, biz düşmən niyə oluruq? Ərşad kimi oğurluq eləmirik, adam doğramırıq. Dövlət qazanıb hökumətə nalıq veririk dayna." Hacı dinmədi. Hacı bilirdi ki, Fərhad ilxıdakı cavan atlar kimi bozqırlarda, yaylaqlarda, haramlarda səllimi böyüyüb. Ona görə də hökumətin, dünyanın işlərindən nə başı çıxacaq? Hacı fikir eləyirdi ki, böyük oğlu özü oxuyub incinər olar. Fərhad da çölçülüklə Hacının yerini tutar. Nurullah balacalıqdan oxumağa həvəsli idi. Müəllimlər həmişə onu Hacıya tərifləyirdilər. Amma Fərhadın oxumaqla işi yox idi. Fikri zikri atın, tüfəngin yanında idi. Nuru indi də o ali məktəbdə lap birincidir. Keçən il Hacı ömründə birinci dəfə Bakıya, oğlunu görməyə gedəndə, böyük professorlardan biri demişdi ki, Nuru çox ağıllı tələbədir. Bizim ona böyük ümidimiz var. Hacının da ürəyi dağa dönmüşdü. Amma budur. İndi həmin ali məktəbdə Nurudan kağız istəyirlər ki, görsünlər atası kimdir. Nuru yazır ki, əgər atamın səsinin açıq olması barədə kağız olmasa, məni institutdan çıxaracaqlar. Hacı hirslənib deyirdi: "Dağdan ağır mən, sevindikdən təvəqqə elədim səs barədə. Nuru üçün kağız versin ki, onu məktəbdən çıxarmasınlar," dedi. Hacı hirslənib deyirdi: "Dağdan ağır mən, sevindikdən təvəqqə elədim səs barədə Nuru üçün kağız versin ki, onu məktəbdən çıxarmasınlar," dedi. "Hacı, mən heylə qələt eləyə bilmərəm. Mən kommunistəm. Cəmaatın üzü yaman dönüb. Deyirsiniz ki, indiyəcən varlılardan olurdu hökumət. Yaxşı, neynək? Qoy indi acından günorta duran dədə kişinin oğlu sevindiyi olsun hökumət. Bəyəm mən Hacı Tanrıverdi buna razı olmuram. Bəyəm mən özüm ona buna az çoban olmuşam." Qız qaçırılandan bir gün əvvəl Eyvaz əmi qəsdən rayon mərkəzinə getmişdi. Obaya qaydanda qonşular eşidə-eşidə arvadı Zərəfşanı söyüb qovdu ki, niyə qızı gözdən qoymusan, götürüb qaçıblar. Qoy Hacıya xəbər getsin ki, qızın qaçırılmağından Eyvazın xəbəri yoxdur. Təbiidir ki, 2-3 gündən sonra Zərəfşan atası evindən qayıdıb gəldi. Elə o zaman da Hacının yaxınlaşdığını hiss elədiyi tufan güruldadı. Rayon işçilərindən bir dəstə tökülüb obaya gəldi. Elan olundu ki, hamının qoyunu, malı, dəvəsi, atı, iş alətləri birləşdirilir. Kollektiv təsərrüfat qurulur. Və cəmi bir neçə günün içində Kürdobada böyük bir kolxoz yarandı. Keçmişdə yoxsul adam olan partiya üzvü Alış oldu kolxoz sədri. Və Hacının qapısında 4 ayaqlıdan bir at, bir inək qaldı. Yəni Hacı Tanrıverdi də oldu 3-doqqa iman kimi lütün biri. Amma bu zahirən belə idi. Yəni Hacının yatırı çox idi. Hacı illərdən bəri satdığı erkəklərin, atların, yunun pulunu qızıla çevirib etibarlı yerlərdə gizləmişdi. Ancaq lap bir ev dolusu qızılı olsaydı, yenə də o qoyun sürülərinin, kişnərti laləli çöllərdə ruh verən, havası göylə gedən ilxıların, qışda qızıb ağzından köpük daşlanan nərlərin, ipək yunlu ağ mayaların yerini verməzdi. Getdi çiçəkli haramı. Getdi ala yaylaqlar. Nəyə lazımdır o gizlədilən qızıllar? Əlbəttə, filan qədər qoyunu, malı birdən-birə kolxoza qoymaq Ərşad üçün o qədər də asan olmadı. O bir neçə gün lap key kimi gəzib dolandı. O qoyunların hamısını Ərşad bircə-bircə bütün nişanları ilə tanıyırdı. Belində ağ zolağı olan qara kərə qoç onun ərköyünü idi. O biri sürülərdə qoçların heç biri qara kərə qoçla döşləşə bilmirdi. Çoban Kərəm, Ərşad deyirdi. Neyniyirsən ki, bu qoç belə harın olub? Ərşad bu zarafatla deyir. Qara kərə qoça eyzən kişmiş yedirdirəm. Kərəm soruşdu.
Bəs o necə işdi ki, sənin süründə o biri sürülərdən çox əkiz quzu olur? Ərşad da zarafatına davam eləyib deyirdi. Ay tanrısız, qara kərəqoç kişmiş yeyəndə qoyunları da əkiz doğacaq dayına. İndi qara kərəqoç gözünə görünəndə Ərşadın ürəyi birtəhər olurdu. Haramıda o qarlı, soyuq qış gecələrində sürünü canavarlardan, oğrudan qorumaq üçün bəzən cürcənəsinə bürünərək başını qara kərəqoçun quyruğu üstünə qoyub şirin-şirin yatdığı, indi Ərşad üçün kədərli bir xatirə olmuşdu. Ancaq dərd Ərşada güc gələndə varlılara, təşəxxüsləri göylə gedən Fərhad kimi, Nuru kimi hacı oğlanlarına olan kini imdadına çatırdı. Öz-özünə, atanrısız, deyirdi. Sən kolxoza qoymusan 200 qoyun, amma hacı Tanrıverdi qoyub 5-6 min qoyun, bir ilxi at, bir naxır qaramal. Qaldı hökumət də sənin. Amma lovğalığından cırılan hacı oğlanları indi xəcalətdən cəmaat arasına çıxa bilmirlər. İndi o yekəxana Fərhad tay qızıl toqqa bağlayıb, erkək dayıların saatda birini minib, qız gəlinin gözü qabağında belədən belə səyərdə bilməyəcək. Hacının sürüləri haramını bürüməyəcək. Sərvinaz da ona baxıb deməyəcək ki, niyə mən hacının gəlini olmadım? Toy olandan bəri Sərvinaz biri 10 gözəlləşmişdi. Elə bil birdən-birə gül çiçək açmışdı. Obanın qənşərinə çıxanda elə bir deyirdi, dağı, daşı yandıraram. Eyvaz əmi başqaları kimi heyvanlarını qovmuşdu kolxoza. Ancaq varlılar kimi qüssə çəkmirdi. Palaza bürün, ellə sürün. Eyvaz əmi Hacı Tanrıverdən artıq deyildi ki. Eyvaz əminin hökumətdə Surxay kimi adamı var. Ortancıl oğlu İbixan rayon mərkəzində müəllimlik oxuyur. Bugün sabah qurtarıb ayda filan qədər donluq alacaq. O biri oğlu Şamxal kolxozda işləyəcək. Deyirlər kolxozda nə qazansalar, hər kəsin zəhmətinə görə dədəmal kimi böləcəklər. Lap yaxşı. Bəs bu hacı uşağı neyniyəcək? Deyir onları kolxoza zada qoymayacaqlar. Yaxşı ki qızı onlara vermədi. Sərvinaz da eşidib gördü ki, Hacı Tanrıverdinin bütün varı yoxu əlindən çıxdı. Gördü ki, hacının uşaqlarına yaxın getmirlər. Ay tanrısız, deyə o Ərşaddan soruşdu. Yazıq hacı uşağına it dəyməyib ki, bu cəmaat niyə belə eləyir? Ərşad da kinli-kinli cavab verirdi ki, onlar kulaq uşaqlarıdır, başa düş, hökumətə düşməndilər. Nuriyə getmiş olsaydın, indi sən də onlar kimi cəmaat arasına çıxa bilmirdin. Sonra Ərşad bütün dövlətli oğlanlarından qisas alırmış kimi qızı qucaqlayıb o çuvar öpürdü. Sərvinaz da lalə tək qızararaq ərinin hərəkətlərindən ləzzət alır və daha Nuru barədə düşünmürdü. Ancaq bir dəfə bulaqdan su gətirəndə Nurunun bacısını dayandırıb soruşdu. Qardaşından nə xəbər var bacı? Nə xəbər olacaq, deyə Xanbəri acıqla cavab verdi. Ali məktəbdən çıxardıblar ki, kulaq oğlusan. Sevin, get atana, ərinə deyə, onlar da sevinsinlər. Niyə heylə deyirsən bacı? Bəyəm biz sizinlə düşməniyik? Düşməndən də pissiniz. Nuru kimi oğlanı qoyub, ayının birinə qoşulub qaçdın. Mənimlə pencər yıxan qızlar gördülər ki, o məni zorla götürüb qaçdı. Qışqırığım göyə çıxırdı. Zorla aparsaydılar, Zaksa da deyərdim. Ay tanrısız, bəyəm Zaksdan mənim xəbərim oldu. Mənim əvəzimə Ərşadın əmisi oğlunun gəlinini aparmışlar dayına. Sənin canında olmasaydı, bu cür çiçəyin çıtlamazdı. Gedəndən sonra tay neyniyəcəkdim, ay tanrısız. Bəs indi Nuru hardadır? Baş götürüb gedib Rusiyyətə, qəribliyə. Və birdən qız ağladı. Sərvinaz da ona qoşuldu. İkisi də doyunca ağlayandan sonra yaylıqlarının ucu ilə gözlərini silib, səhənglərini götürdülər çiyinlərinə. Sərvinaz dedi, fikir eləmə bacı, Allah saxlayana heç nə olmaz. Nurunun bacısı dedi, Allaha qurban olum, niyə bu işləri bizim başımıza gətirdi? Mən gecə Nuriyə dua eləyəcəm, heç məndən bir söz yazmır. Fərhad ona yazdı ki, bir də Eyvaz kişinin qızının adını tutma. Getdi Ərşada. Oy, Allah məni öldürəydi, bu sözləri eşitməyəydim. Bacının canı üçün, Nurunun dünyalarcan istəyirdim. İndinin özündə də adı çəkiləndə ürəyimin başı əsir. Sərvinazın təkrar gözləri doldu. Hər hardadır, Allah onun kömək olsun. Allah ağzından eşitsin. Nurunun bacısı bu sözləri kinsiz qərəzsiz, kövrələ-kövrələ deyib Sərvinazdan ayrıldı. Sərvinazı təkrar qəhər götürdü. Ömründə birinci dəfə idi ki, dərdkən bilməyən Sərvinaz bu cür sarsılıb kədərlənmişdi. Hər şeydən də çox, onun barəsində Fərhadın qardaşına yazdığı sözlər qıza təsir edirdi. Qoy Allah o oğlanın işinə hər yerdə avanlıq versin. Sərvinazın ürəyi heç zaman bu cür nazilməmişdi, bu cür kövrəlməmişdi. İndi Nuru ona uzaqdan, çox uzaqdan baxıb gülümsəyirdi. O, axırıncı dəfə Nurunu belə gülümsəyən görmüşdü. Necə gözəl oğlan idi. Necə zərif idi.
Elə bil bu Kürdobadan deyildi. Sərvinaz çiynində ağır mis səhəng Kürdobaya yaxınlaşdıqca, nuru da uzaqlaşıb bomboz üfüqdə yox olurdu. Sərvinaz Ərşadgilin qara damına girib səhəngi qoydu bucağa. Damı süpürüb suladı. Ərşadla Əli haramıda kalxoz qoyununu otarırdılar. Toran qovşanda yeganə inəkləri naxırdan gəldi. Sərvinaz buzovu inəyin qılçına bağlayıb sağdı. Qapıda ocaq qallayıb südü pişirdi. Sonra dama girib asma çırağı yandırdı. Çıraq ancaq öz dibinə işıq salırdı. Sonra Sərvinaz çıxıb bayırda gözlədi. Qapılarda üzərində qazan olan ocaqlar görünürdü. Orada-burada ya buzovlar, ya da inəklər səslənirdi. Damların pəncərələri olmadığından içəridə yanan lampaların işıqları görünmürdü. Obanın aşağılarında it hürürdü. Birazdan at ayağının tappıltıları eşidildi. Sonra Ərşad dama çataraq aşırılıb atdan düşdü. Əvvəllər belə gələndə Ərşadın tərkində ətdən, yavanlıqdan olurdu. İndi bir şey yox idi. Kalxozçuluq idi. Məhsul isə hələ bölünməmişdi. Ərşad atı tövləyə çəkib rahatlayandan sonra Sərvinaz qara aftafada su gətirib, gəl əlini yuqara, dedi. Sərvinaz zarafatyana Ərşada qara deyirdi. Sonra bu adət halını aldı. Həqiqətdə Ərşad qara deyildi. Ancaq sifəti ayazdan, gündən yanıb qıpqırmızı olduğundan qarıya çalırdı. Sonra Sərvinaz mis məcməyidə 2 acıtmalı çörək, qatıq, pendir, baş soğan gətirib qoydu. Ərşad hamısını yeyib, üstündən bir parç su içdi. Sərvinaz soruşdu. Bəs tüfəngi neynəmsən? Ərşad könülsüz cavab verdi. Gizlətmişəm. Sonra əlavə etdi. Kalxoz bizə tüfəng verəcək. Muğan tərəfdə qaçaq görünüb. Deyir, varları əlindən çıxan adamlardandır. Neynir ki onlar? Kalxozlara basqın eləyirlər. Kommunistləri öldürürlər. Sən ki kommunist deyilsən. Kommunist olanda mənə neyləyə bilərlər? Ölmüşdü qara. Sərvinaz əvvəl qışlaqdakı əhvalatları Ərşada danışdı. Sonra soruşdu ki, qara, indi kalxozda sizin qazancınız nə olacaq? Ərşad dedi. O axırda məlum olar. Sərvinaz soruşdu. Axırda yəni nə vaxt? Ərşad dedi. Məhsul ötəndə. Bütün bu sualların cavabı hələ Ərşadın özünə də aydın olmadığı üçün əsnəyib dedi. Dur yerimi sal, yorulmuşam. Xoruzun 3-cü banında Ərşad qaşqa ürgəni minib haramıya tərəf qaçdı. Ərşadın qaşqa ürgəni saxlamağına icazə verilmişdi. Ərşad onsuz özünü təsəvvür də eləyə bilmirdi. Cığır cin dərəsindən keçib düzə düşürdü. Boz yovşanlı çöllərin üzəri ilə hərəkət eləyən duman yavaş-yavaş işıqlanırdı. Cığırın o tərəfindən bir tülkü atlanaraq dumanda yox oldu. Ərşad tüfəngsiz olduğuna təəssüf elədi. Ərşadın tülküdən, çaqqaldan zəhləsi gelirdi. Baxmayaraq ki, qoyun quzuya ən çox ziyan vuran canavar idi, amma ondan acığı gəlmirdi. Canavar görəndə qanı cuşa gəlirdi. Qaşqa ürgəyə dörddəmə gedirdi. Qoyunu tez yayıma qaldırmaq lazım idi. Yovşanın soyuq ətri ona ləzzət verirdi. Ancaq haramıya bu gedişi ona əvvəlki kimi şirin görünmürdü. Onun haramıda xüsusi heç nə yox idi. Altındakı istəkli atı belə indi onun deyildi. Bütün bunların axırı nə cür olacaq? Başa düşmürdü. Neçə vaxt idi ki, oğurluq da eləmirdi. Heç bir obada xüsusi sürü qalmamışdı. Ərşad həmişə dövlətlilərin sürüsündən aparırdı və belə oğurluğun kababı ona ləzzət verirdi. Çünki o, bu dünyada varlıların lovğalığına olduğu qədər heç bir şeyə nifrət etmirdi. Ancaq indi kalxozluqdur. Daha dövlətli filan yoxdur. Kalxozdan oğurlamağa da insafı yol vermirdi. Atalar məsəlidir. El malına kən baxanın gözünə ağ düşər. O qədər dövləti Ərşada, onun yoldaşlarına etibar eləyiblər. Bir də bu fikrə gəldi ki, yoldaşlarını da götürüb hərdən bir gecələr qonşu rayonlardakı başqa kalxozları yerisinlər. Sonra öz-özünə dedi. Ay tanrısız, bəyəm oradakı camaat malı deyil. Kasıb-küsubun hərəsinin 5-3 heyvanı var. Yığıb bir yerə ki, bəlkə kasıblığın daşını atalar. İndi səndə. Bunun bir gizlini yoxdur ki, Ərşad özünü igidlikdə əmisi qaçaq Kərbəlayı Əsədin varisi hesab edirdi. Kərbəlayı Əsəd isə heç bir zaman kasıba dəyməzdi. Əksinə, Kərbəlayı Əsəd neçə-neçə hampanın boğazına yabalı tüfəngi diriyərək ondan muzdurun, kasıbın haqqını alıb verib. Axı bu kasıblar, muzdurlar qapılarında nökər olduqları ağalardan heç də əski adamlar deyildilər. Niyə gərək Sərvinaz kimi can məhz Hacı Tanrıverdinin gəlini olaydı? Niyə gərək onlar Kərbəlayı Əsəd kimi, onun cavan qardaşı oğlu Ərşad kimi oğlanlara yuxarıdan aşağı baxaydılar? Düşüncəsi bu yerə çatanda Ərşad az qalırdı nəyisə vurub sındırsın. Kimi isə ağacın altına salıb əzişdirsin. Düzdür, Hacı Tanrıverdi də bir vaxt kasıb olub, muzdur olub. Amma neyniyəsən ki?
Dövlətlənəndən sonra oğlanlarının gözü yeri göyü görmürdü. Düzdür, o Nuru insafən elə deyildi. Burada Sərvinaza nişanlanan zaman Nurunun bəy balası kimi geyinib, gözəl dayın üstündə obanın içində cövlan eləməyi Ərşadın gözünün qabağına gəldi və hisslənib dedi, hamısı bir köpək oğludur. Bizi adam yerinə qoymurdular. Beləliklə Ərşadda varlılara, hampalara qarşı bu kini qəzəbi doğuran vaxtı ilə bu sinif tərəfindən istismar olunması fikri deyildi. Bu heç onun ağlına da gəlmirdi. Təbliğatçı da bu barədə uzun-uzadı danışanda Ərşad əsnəyib öz ürəyində təbliğatçıya deyirdi. Ay tanrısız, Kulak bizi müftə işlətmirdi ki, işlədib haqq verirdi dayına. Sən onu de ki, oğlanlarının havası göylə gedirdi. Elə istəyirdilər ki, Allah dünyada yaxşı nə yaradıbsa onların olsun. Gözəl atları onlar minsin. Gözəl qızları gərək onlar alsın. Gözünə dönüm şuranın. Bu kalxozu lap yaxşı eləyib düzəldib. İndi görək Hacı Tanrıverdi uşağı nələrinə güvənirlər. İgidliyə, vurub yıxmağa qalsa, elə tək özüm onun qabağıyam. Haramiyə çatıb gördü ki, səhərin açılmasına baxmayaraq, hələ də çobanlar qoyunu örüşə çıxarmayıblar. Gördü ki, qoyunlar ağıllarda boy-boya verib, otlamağa getməklərini gözləyirlər. Amma çobanlar yoxdur. Elə bil ki, heyvanlar yiyəsiz qalıblar. Axı onlar indi gərək çoxdan çöldə olaydılar. Ərşadın qoyunlara yazığı gəldi. Atını öz çomalarının qabağına sürərək aşırılıb düşdü. Kömüyə girib gördü ki, əli cürcərəsinə bürünüb bərk yatır. Ərşad bu işə təəccüb etdi. Balam, bu uşaqlara nə olub ki, belə gün ortayacan yatırlar? Ayrı vaxtdan sökülməmiş, qoyun kövşəndə olub, gün çırtanacan özün doyururdu. Əli, Əli, deyə Ərşad bərkdən səsləndi. Əli daş kimi yatmağına baxmayaraq, dik atılıb dərhal qalxdı və təəccüblə qardaşına baxaraq soruşdu. Nə olub Günortayacan niyə yatırsan, ay tanrısız? Heyvan acından qırılmadı? Əli yuxulu gözləri ilə komanın ağzınacan təzə işıqlanan çölə baxaraq qaşqabaqla cavab verdi. Heyvanın yiyəsi tək mənəm, o biriləri niyə durmur? Əli gərnəşib təzdən cürcənəsinə bürünüb yatmaq istədi. Ərşad hirslənərək cürcənəni onun üstündən dartıb tulladı. Allahsız olma, dur ayağa. Dilsiz ağızsız heyvanı acından qırmayın. Əli gözlərini ovuşdura-ovuşdura qalxıb çıxdı bayıra. Ərşad da onun ardınca çıxaraq o biri çomalara üzün tutub çobanları hayladı. Kərəm, Qaçay, Qaraca, Allahsız uşağı, bəs bu yazıq heyvan acından qırılmadı. Haçandan haçana çobanlar yuxulu-yuxulu dəyələrindən çıxdılar. Gödək, yoğun, qıpqırmızı bir oğlan olan Bəlcə davalarında at çıxaran Kərəm dedi. Niyə bağırıb camaatı yuxudan eləyirsən? Dədən tapdığın qoyunu deyil ki. Doğrudan da nə haqla Ərşad camaatın üstünə xoruzlanırdı. Ona görə də bu dəfə mülayim səslə. Ay tanrısız, deyə Kərəmə üzünü tutdu. Kalxos olanda nə olar? Heyvanlar yazıq deyil. Yazığın gəlir, niyə çıxarmırdın örüşə? Deyə gödək Kərəm tərs cavab verdi. Bizi gözləyirdin? Mən atdan indi düşürəm. Niyə özündən çıxırsan, Bu sürülərin içində sənin də az heyvanın yoxdur. Mənim heç nəyim yoxdur. Sənə də bizim üstümüzə darğa qoymayıblar. Zarafatçıl bir oğlan olan Qaçay Kərəmə dedi. Sənin kalxozu acığın tutub, tay Ərşad nə eləsin? Ərşad Kərəmə dedi. Balam, sənin kimi bizim də var yoxumuzu kalxoza qoyublar dayına. Cəhənnəmə qoysunlar, deyə Kərəm bu dəfə astadan cavab verdi. Nə tər qoyublar, qoy heylədə saxlasınlar. Qaraca uzun, əyri burnunu yanakı tutub dedi. Kim saxlayacaq, Boş danışıqdan fayda yoxdur. Gün qızır. Gəlin heyvanı çıxaraq çölə. Və çobanlar ağır addımlarla getdilər ağıllara tərəf.